günüdür. Bəli, bazar günümüzü sizinlə paylaşmağı bacarırıq da. Biz bu dörtlük bacarırıq da, kvartet. Görün biz kvartet olub bir musiqili bir şou proqramla qarşınıza çıxsaq, gör necə ola bilər. Hansı alətdə özünüzü görürsünüz ki, bax, bu alətdə mən çox gözəl ifa edərəm. Dağı müəllim olur ya, bacarmırsan, amma deyirsən ki, kaş bunu bacarardım. Yox, sevmişəm həmişə piyanonu. Fortepianoda, sola Dağı müəllim, siz Aytən xanım. Mən kanona da getmişəm, fortepianoya da. Kanonda saxlayaq da, daha bir piyanistimiz var. Qanun deyirlər də ona, qanun. Amma kanondan məni belə ağlada Yox, çıxarıblar da o xahiş edirəm, vaxt. bazar günü heç kimi ağlatmayaq. Görürsünüz ki, burada Pozitiv. Pozitiv. 100% zərb alətlərində olacaqsınız. Yaxşılar. Bax, əla, qəşək. Görürsünüz, Doğrudan mı? intuisiyanız Doğrudan mı? Gözəl Mən deyil. sizi orada gördüm. Bax, sizdən heç Bəli. indici aldım. Solist baraban. Çubuqlu. Aha. Solist və baraban. Aha, Həm belə. oxuyuram, həm də tuturam. Lazım deyil, özüm oxuyaram da. Da bu qədər ansambl içində bir müğənni olmalıdır, ya yox. Görün necə alınar. Nə qəşəng alınar. Olar. Təxmin Gəlin, elədim. gəlin belə eləyək də, o biri verilişlərdən birinə başlamazdan öncə bir hazırlıq edək, bir musiqi ilə çıxaq da, elə belə. Olar. Sizin o Xəzər axşamına da biz gələ bilərik. Orada da Ah, siz artıq çox şey istəyirsiniz, hə, Xəzər Yavaş, yavaş da, axşamına. yavaş. Doğrudan, o niyə də olmasın? Əlbəttə ki. Görün, hansı artıq səhnələrə çıxır. İnsan psixologdur. Görürsünüz ki, hansı səhnədən Mənə hansı səhnə verin, səhnəyə. mənə səhnə verin. Mənə səhnə verin. Qiraət edə bilərik. Xəzər Süleymanlı ilə bərabər. İşlərini qoydular kənara. Əslində bu gözəldir, Yaradıcılıqdır da, yaradıcılıqdır, bəli. Çox maraqlı bir testimiz var və mən fincanlara qarşı bir başqa takıntı deyirlər. Həssas yanaşırsın. Çox həssas yanaşıram. İnandırım ki, sizi mən ki, səhər tezdən özümə belə südlü, darçınlı qəhvə hazırlayıram. Çox sevirəm onun hazırlanmasını və mənim üçün fincan çox önəmlidir. Bəlkə də hansı sevdiyim fincan əlimdən düşsəsinsə, başlayıram ağlamağa. O dərəcədə fincana qarşı doğrudan mən seçirəm ki, niyə? Ona görə yox ki, mən kofe belə deyək də içdim, bitdi. Yox, ondan mən içdikcə, o kofeni ora tökdükcə, yəni zövq alıram. Bax, çox belə bir şey var. Ümumiyyətlə, qaba, qaşığa yediyim yeməyin qabı gözəl olmalıdır. Onu yeməyi çəkərkən onun gözəl olmalıdır. Ona görə mən elə şeylərə biraz... Vizualsız da, vizual. Çox Görüntü önəm Deməli, verəm. vizuallar elə olur. Hə, mən də deyəm. Vizualıq. Bəli, görüntü önəm versin. Görüntüyə önəm verən görüntü insana. vacibdir. İndi çox maraqlıdır. Burada 6 ədəd fərqli rəngdə, haradasa quruluşca biri-birinə bənzərləri var, amma o da deyil. Fincan var. Bu nə məqsəd daşıyır? Bəli, bu sizin xarakterinizdən xəbər verəcək. Hoppa! Bəli, hansı xarakterdə, hal-hazırda, yəni ola bilər bu gün siz tutalım ki, ikincini seçəsiz, sabah altıncını seçə bilərsiniz. Bu gününüzə görə... Bu günümüzə görə düzdür. Çünki məndə İstəyinizə bir neçə görə. fincan var. Mən bugün bunda içmək istəyirəm, onunla Tam içirəm. doğru, bəli. Geyim də elə də, yəni bu gün mən bu geyimi geyinirəm, açıqsı qaydrobu öz psixoloji yanaşmanızın əsası qərar verirsiniz. Rənglər olsun, Yaşa, mən qaranı daha üslub çox olsun. tuturam. O nədən irəli gəlir? Qara ümumiyyətlə dəbdəbəli rəngdir. Ona görə Bəzən biz qaraya negativ baxırıq, Yox, mən heç amma baxmıram, qara bilmirəm. dəbdəbəli Ay, rəngdir. sağ ol. Qara biraz o həm müdrik, həm dərindən düşünən, yəni o şəkil. Çox da lazım deyil, amma arada lazımdır. Çoxdur paltarlarım elə, nə bilim, nəsə Dəyişərsiniz, sevirəm. yavaş-yavaş dəyişərsiniz. Heç dəyişmə fikrimdə yoxdur, siz məni dəyişməyə çalışmayın. Fincanımız var. Yaxşı satdıq fincanlarımız var, servizlərimiz var. Aha, neçəni seçirsiniz? Əslində 5-i seçirəm. 5-i seçirsiniz. Seçirəm, yox, seçirəm, nöqtə. Amma Səs çox tonunuzu qaldırmayın. çətin seçdim ha. Oralarda Tağı yaman. müəllim, elə orada da qalın. Xahiş eləyirəm. Tağı müəllim. Aha. Aytən xanım. 2. Aytən xanım. Bayaqdan 2-yə baxıram. Aytən xanım. Vallahi sonra dedim ki... Mən əslində burada... Mən bu gün səhər hansı fincanda kofe içmək istəyirsiniz? nəlbəkisi olmayan fincanı götürə bilmərəm. Mən nəlbəkini çox sevirəm. Bir də onu deyəcəkdim. Niyə 3 dənə nəlbəki var? Bir dənə Çünki onu 3 də var. Mətiş seçir. M, Mətiş. Və çünki belə atlıqları sevmirəm.
özüm belə əlimdə tutub belə onu içməyə zövq alıram. Buyurun. Bəli, mən də 5-i seçmişdim. 5-i seçmişdiniz. Bəli, Aha, bəli. maraqlıdır. Başlayan kimi elə 5-i beşi seçdim. seçmişdiniz. Təbriz müəllimlə Dağı müəllim kimi. Və siz tamaşaçılar, deməli 6 fincandır. Bir nəlbəkisi ilə olan 3-dür, onu mən seçdim. Siz də seçə bilərsiniz bəlkə də. Və məxsusi belə deyək də taxtadan hazırlanmış altlıqlar var. O da çox gözəldir. Bunun yanına, nə bilim, indi kurabiyədən, nədən, piçinyadan, nə quru yer yemişdən, nə bilim, kişmişdən, nə ürəyiniz istəyir, badamdan, fındıqdan. Üçnədir, səhər-səhər başladıq yenə. Nuş Seçə olsun. bilərsiniz. Birazdan bu nə anlama gəlir? Biz niyə bu fincanları seçdik? Görürsünüz ki, hər şeyin özünün bir xarakteri Mənası var. Baxırıq ki, əşyadır. Vurduq, sındıq, düşdük, atdıq, tulladıq. Amma görürsünüz ki, Həyatda bütün baş verən hadisələrin səbəbi var. səbəbi var. Nə gözəl dediniz. Ümumiyyətlə ağıllı insanlar aydınlanmış insanlardır, fərqində olan insanlardır. İnsan nə qədər fərqində olursa hadisələrin bir o qədər həyatın mənasını tuta bilir. Anladım. Deməli belə, heç nə elə belədən baş vermir. Bəli, Belə tamamilə deyək də. doğru. Tağım mənim də tez-tez onu vurğulayır, fərqindəlik xüsusiyyətdir ki. Aha. Bu sözdən sonra niyə qan qaraldı? Ay sağ ol. Ümumiyyətlə, niyə bu qanunlar qəbul olundu və yaxud da ki, niyə qonşu ölkələrdə bu hadisələr baş verdi filan. Adam var onun, oldu da nə olsun ki? Yo, 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 Elə yo, olmaz. yo, yo, yo. Hə. Mütləq Mən səbəbi də araşdırmaq axtarıram, lazımdır. araşdırıram. Görəsəm, orada baş verən bizə təsir Bizə edə nə- bilərmi? nə- Mən bəli, bu necə şeyləri təsir də edə fikirli, bilər, nə təsir edə bilər? Hə, mən də bunu analiz etməyi sevirəm. Və keçdik indi laborator müayinələrlə, əlbəttə ki, serialımıza başlayırıq. Gözəl insanlar, sevdiyim yad qohumlar. Bu serialı həqiqətən bəyənirəm. Çünki həm yenidir, həm oradakı hadisələrin gedişatı məni maraqlandırır və ötən seriallardan birində gördük ki, Hikmətlə həyat yoldaşı Zeynəb hazırlaşırlar ki, oğlu üçün elçi getsinlər Aysungilə. Həyat yoldaşı Zeynəb. Yox. Hikmətlə həyat yoldaşı Zeynəb. İstəyirlər ki, oğlu üçün, cavan üçün elçi getsinlər Aysungilə. Bilirsiniz ki, gəlib atalarına deyəndə, ata ki, gəl bu ətəklə daşı at, bir xeyir dua ver. Çamaşır kişi sözü demək olar. Onu izlədiniz. İndi baxaq görək, burada nə baş verir. Elçi gedirik. Düzünü deyim, vallah, mənə çox təəccüblü gəlir. Siz bu Cavanşir kişini necə razı sala bildiniz? Əslinə qalanda razılığını gözləmədən gəldik. Cavanşir kişinin xəbəri yoxdur. Yox, Xalidə xanım. Yəni Zeynəb biraz düzdür. Xəbəri var xəbər olmağına. Yəni biz açığa ehtiyac duymadıq. Çünki valideynləri bizik. Biz də istəyirik ki, evladımız xoşbəxt olsun. Yəni bizim atamızın xasiyyəti elədir ki, yəni bu köhnə fikir olduğuna görə, yəni xasiyyət elədir ki, dəyişilmir də bu adam. Ona görə artıq biz qərar verdik ki, gələk elçiliyə, oğlumuzu istəyinə nail olsun və qızımızı sizdən alaq. Biz ötən bölümlərdən izlədik ki, Aytən xanım, deyin biz də gülək. Mənə maraqlıdır, niyə gülürük? Tağım əlimlə nə pıça-pıçladılar. Bilmirəm. Nədir məsələ? Deyin biz də gülək. Mən Elçilik sevirəm nəsə gülməyi. yaddaşır, mən bilənə. Aha. Yo. Hə, Elçilik. nə? Məncə onu sonra deyərik. Reklam Nəfər yanı sor, mənim heç belə... Siz tamaşaçılar rahatsınız. Bu gün Mən nəsə lap olub? rahatam. Bu gün burada nəsə olub? Tamaşaçılarla bərabər Bizi gözləyəcəm. qatmıyor. Biz qatmıyor. Bizim çayımızın üstünə bir şey qatmayıblar, gülmək sindromu. Qətiyyən. Hə, gülmək sindromu Hə, ola bu bilər. gülmək, baxın, Gülmək həbləri. bayaqdan Belə, keçən bölümdə biz izlədik ki, mətanətin keçmiş sevgilisi arasında cavanın bir söhbəti oldu. Bilirsiniz ki, siz kimsiniz ki, mənim bibimə yaxınlaşırsınız. Bunu bir qısa xatırlatma etdim. Nəsə, heç o insanın fikri yox idi ki, o uşağa nəsə əl qaldırsın. Ya nədirsə, bilmirəm, bir xəta baş verdi və cavanın başı dəyir orada, daşa dəydi, nəyəsə dəydi. Elə də filmi yekunlaşdırdıq. Amma bilirsiniz ki, vəziyyət o deyil. Hətta Hikmətin, Zeynəbin xəbəri yoxdur evladlarından və özləri üçün özləri xoşbəxt ola bilmədi. İndi istəyirlər ki, evladları istədiyi qızı alsın, istədiyi insanla ailə qursun və dururlar, gəlirlər bax bu cür elçiliyə.
Cavanşir kişi isə, qayıdırıq indi Cavanşir kişinin evinə. O biri digər onun oğlu olan Fikrətə deyir ki, uşağın əlində qalmışam. Hamınız uşağın dediyi ilə oturub durursunuz. Mən bir ata olaraq, bu evin böyüyü olaraq evin qayda qanunu var, ənənələri var. Onları qoruyub saxlamaq istəyirəm. Bir izləyək o hissəni. Kardeşin gitti Çili'ye. Hə, getdi. Necep seni aparmadı. Zeynəblə ikisi getdi. Yəqin ehtiyac olmadı mənim getməyimə. Axır ki istediğini elədi. Məndən razı qalmadı, öz bildiği kimi elədi. Neyini, qoy eləsin. Neynəsin ya ata, uşaq əl çəkmədi də. Uşağı çəkmədi. Uşaq kimdi ki bildiğini yer etsin. Kardeşim böyle eləyə bilmir. Ben çalışıram ki ailemizin bu ənənəsini qoruyayım. Kişi sözünü saxlayayım. Çəkisini saxlayayım amma o bacarmır. Bəlkə elə əsl böyüklüyü hikmət eləyir ata. Bəlkə də xoşuna gəlməyəcək, amma hikmət deyir ki, gərək valideyn uşağı ilə dost olsun, ona hörmət eləsin, onu şəxsiyyət kimi saysın. Eli sizin böyle fikirleşməyiniz ağlınızda cəmiyyəti pis günə qoyur. Valideynlə uşaq arasında pərdə olmalıdır. Uşaq valideynlərin qorxmalıdır, çəkinməlidir. O sənin fikrində ata. Bu da hikmətin fikri. Ona görə də hər şeyin zibidi çıxıb. Adam gərək öz ənənəsini, keçmişini qorusun. Başa düşürsən, keçmişini. Biz elə şey bilməmişik bala. Uşaqla dost olmaq nədir? Uşağı əzizləmək nədir? Başına sığal çəkmək nədir? Onun sözünə oturub durmaq nədir? Hı? Biz uşağı valideynin yanında heç kucağımıza almaq bilmirdik. Uşağına sevgi göstərməzdin, hə ata? Uşağın da özünü heç kim hiss eləyərdi. Ancaq danlayardın, acı söz deyərdin. Sevgi heç göstərməzdin. Sənin sevginə həsrətlə böyüyərdi. Başqalarının atası uşağı ilə futbol oynayanda sənin uşaqların həsrətlə baxardı. Hı? Başqa uşaqlar atası ilə dərs hazırlayanda sənin oğlun sənə sual verməyə qorxardı. Başqalarının atası uşağının yanına əskərliyə gələndə sənin oğlun cəmaatın arasında öz atasını axtarardı. Gördüyü yaxşı işlərə görə atasından tərif gözləyəndə biganəlik görürdü. Uşağı lazımsız hiss elətdirmək nə qədər düzdür? Fikrət ümumiyyətlə yaşadığı o uşaqlıq illərini, atasından gördüyü o dırnaqarası nəvazişi qəşəng sözləri ilə şıppıldatdı. Çünki heç vaxt demədi, atası ona şərait yaratdı və çox yanlış bir fikirdir ki, biz dədə-babadan belə görmüşük ki, şu uşağı əzizləmək nədir, sevmək nədir? Abalım, sevməyəcəksənsə, əzizləməyəcəksənsə, onu niyə dünyaya gətirirsən? Nə özünə qul etmək üçünmü? Nəsli davam etdirmək üçün. O yanlış fikirdir. Onların Nəsli bu fikrinə cürmü görə. davam? Bəli, Onların yəni fikrinə bu görə cür nəsli var, davam indi edir. var o cür insanlar. Var, çoxdur, onu da müəllim. tanıyıram, mən də tanıyıram. Yəni bu sevgi onlar- niyə göstərməyim bəli. ki? Niyə onu mən qucaqlamayım, öpməyim? Onlar qorxurlar ki, uşaq birdən istədiyi kimi olmaz, üzünə qaydar, idarə etmədən çıxar, onun dediklərini eləməz. Belə düşüncə ilə yanaşırlar. Əslində bilirsiniz, iki cür insanlar var. Bir, fikrət kimi birbaşa üzə qaydanlar var, fikrini deyənlər var. Adamlar da var ki, həqiqətən də o həyatı qəbul eləyirlər və atanın elədiklərini pasiv qəbul eləyib
davamlı şəkildə, yəni atanı dəstəkləyirlər. Mən belə oğlanlar da tanıyıram. Yəni necə, misal üçün bax o müəllimin adı necə gedir obrazı? Cavan. Cavanşir obrazı necə? Deyir, mən atamdan bunu görmədim. Görürsə, atasını pisləmir. Atasına yaxşı şeylər deyir. Və həmçini də adı nədir? Onun davamçılarından, uşaqlarından da ola bilər ki, onu dəstəkləsinlər. Elə tip adamlar tanıyıram amma mən. Ata evə baxmayıb, ata evdə tapılmayıb, amma yaxşı imkan yaradıb, pul verib, şərait yaradıb və o deyir ki, mən atamla fəxr edirəm. Belə evladlar tanıyıram mən. Ona görə biz ata evə baxmayıb deyəndə elə bilərlər. Duyğu mənasında. Pul verib, mal verib, duyğu mənasında. Ona görə də yəni biz elə bir tərəfli baxa bilmirik də, belə olsa daha yaxşı olar. Əslində bəli, insan duyğusal varlıqdır da, duyğuya həmişə ehtiyacı var, dəstəyə həmişə ehtiyacı var. Adam var o dəstəyi pulla verir. Məsələn, sürücü tutur, deyir ki, sən apar təhlükəsiz. Adam da əlindən tutur, özü aparır, eləyir. Yəni, əlindən tutmaq daha yaxşıdır. Ən azından əlindən tuta bilmirsən, heç olmasa bu şəraiti yarat. Atalarda var ki, ümumiyyət övladlarına baxmırlar, evə baxmırlar. O lap bərbad. Bir əlavəm var, düz deyirsiniz. Ümumiyyətlə, bir ölkəni idarə eləmək asandır, nəinki bir ailənin. Bunu hamımız bilirik. Kiminin parası, kiminin duası sözü elə belə deyil. Yəni düzdür. Tutaq ki, ata var ki, uşağına görə dua eləyir. Siz deyən kimi yanındadır, əlindən tutur, aparır. Ata da var, pulu ilə onu elətdirir. Belə də, belə. Dəstəyi bu formada eləyir. Çünki bunun bugünkü durumu, bugünkü işi onu tələb eləyir. Başqa cür, ya bu işi tərk eləməlidir, özünə başqa peşə seçib, siz deyən kimi ailənin yanında olmalıdır. Ya da buradadırsa, bu forma dəstək olur. Amma burada insanlar bilirsiniz nəyi unudurlar. Misal üçün, rəhbərdən qorxmaq lazımdır, çəkinmək lazımdır. Amma rəhbər ədalətli olanda, rəhbəri eyni vaxtda sevirlər onda. Biz ədalətsiz olduğumuza görə bizi sevmirlər. Əgər biz belə deyək, misal üçün, adi bir şey deyəcəm sizə, imperiyalar olub da, indi əvvəllər, hansı imperiya, misal üçün, ədalətlə idarə olunubsa, misal üçün, həmişə Sultan Süleyman qanunu adicə misal gətirilir. O qanuni ləqəbi ona elə belə verilməmişdi ki, onun üçün fərqi yoxdur. Bu səhvi oğlu da eləsə cəzasını alırdı, düzdürmü? Öz sərt cəza alırdı. Eləcə də yaxşı əməlinə görə də, bəli, oğlunun üzündən öpə də bilirdi, mükafatdır. Bizdə istəyir, belə deyək, müəssisənin rəhbəri olsun. Siz görsəniz ki, müəssisənin rəhbəri, görsən nədir, yaxşı əmələ görə sənə mükafat verir, çox sağ ol, rəis, rəhbərim, çox sağ ol. Amma pis əməlində onda sənə cəzavı da verir. Əgər sən cəza verməsən, yəni qoğal kötək prinsipi var da, bütün biznesdə dünya elə idarə olunur. Ailədə də olmalıdır. Pis əməliyə görə kötəklənməlisən, yaxşı əməliyə görə qoğal verilməlidir. Yox, o uşağımdır, mən onu kötəkləyəmirəm, ancaq yaxşı əməlinə görə qoğallar, pis əməlində susun. Bu da düzgün deyil. Eləcə də yaxşı əməlinə görə o dediyi kimi etirazsız görmədim, amma pis əməli olan kimi ağzıma gələn deyim döyüm. Ona görə də Mətəl xanım, çox önəmli olan şey nədir? Mənə görə insanın ən böyük dəyəri, indi biz biraz vicdandan danışmışdıq da, keçən verilişdə ora-bura. Sual oldu, o da önəmli sualdır əslində, amma mənə görə vicdansız olsa belə ədalətli olsun. Məncə vicdanlı adam ədalətli olar da, düzdür. Çünki vicdansız adamda ədalət ola bilməz. Vicdan bilsiz nədir? Yəni qul haqqını orada ax verməlisən. Vicdan tərcüməsi belə yerində. Vicdan insanın bir süzgəcidir. Oradan informasiya keçir-keçmir. Vicdan süzgəcidir. Yəni mən buna vicdanım yol verir eləməyə. Yəni süzgəcimdən keçirmiyorsa keçirmir. Bu gün nə demək? Elə bu da ədalətin bir sinonimi kimi çıxır az qala. Ədalət özü də bir vicdandır. Bəli, yəni ki, mən bu haqqa girirəm, girmirəm bunu eləyəndə. Və bir də insanlar, elə bu ailəyə aiddir, istəyirəm, gəldi ağlıma qoyduğum bunu. İnsanlar bilsinlər ki, əməllər 3 yerə bölünür də. Var doğru əməllər, savab əməllər. Var nə savabdır, nə də günahdır elə əməllər. Bir də var günah əməllər. Misal üçün, biz burada oturub əgər sadəcə çay içiriksə, bu nə savabdır, nə də günahdır, düzdür? Fikir verirsinizmi? Amma hansısa bir günah hərəkət eləsəm, o günah sayılacaq, eləcə də xeyirli əməl xeyir. Amma danışıqda, hətta onun arasında alimlər orada mübahisə edirlər. Böyük əksəriyyət alimlər ki, danışıqda, sözdə orta yoxdur. Ya savab qazanırsan, ya günah qazanırsan.
And olsun, bu çox önəmli şeydir. İnsanlar danışığına fikir verməlidirlər. Yəni, misal üçün, mən deyirəm ki, bugün danışdıq, bir xeyirdən insanlara nəsə doğru bir söz söylədim. İnşallah savaba yazıldı. Ancaq başqa şey danışacağam, sonra əksinə. Artıq mənə günaha yazılacaq. Ümumiyyətlə, Peyğəmbər s.ə.v deyir ki, xitab edib bütün insanlara ki, ya xeyir söyləyin, ya susun. Yəni, o birisini danışma. Hə, ya xeyir söyləyin, ya da susun. İndi, əzizlərim, nə olar, diqqət eləmək lazım danışığımıza da. Amma orta səviyyəni tutsaq, o dediyim kimi, qoğal, kötək. Yox, uşağım mənim güldür, uşağımdan o yanıcısı yoxdur, yalan söyləyib. Öyle olmaz. Ömür boyu başına döyüb həmin adamlar, hansı ki, uşağına cəza verməyib. Həmişə sonradan başına döyüb, it peşman olub. Deyib ki, elə uşaq da axırıma çıxdı mənim. Mütləq cəza olmalıdır. Burada isə ata hamının axırına çıxacaq və ümumiyyətlə serialı izləyən insanlar, bölümü izləyən insanlar bilir ki, cavanın başının dəyməsi onun həyatına son qoyur. Təsəvvür edin, heç kimin xəbəri yoxdur bu hadisədən. Nə ananın, nə atanın, ana-ata elçi gedir. Nə bilim, hər öz keyfindədir o ailədə də, bu xəyanət serialındakı kimi. İndi, baxın, bir ailənin içində hamı biri-birinə artıq yad yox, hamı bir-birinə düşmən kəsiləcək. Çünki evladını itirir insan. Bu nə deməkdir? Yəni, baba bu qədərmi? Heç bir damcı da mı yanmayacaq? Özünün adını daşıyır özdə. Cavanşir kişinin adını daşıyır. Və Hikmət ata ilə söhbət edir bu elçilik məsələsinə. Hələ bir baxın o kişinin sifətinə, mimikasına. Qaynata namzədi. Nə oldu Hikmət? Təbrik eləmək olar. Verdilər qızı. Verdilər ata. Ne yaxşı. Təbrik edirik. Xoşbəxt olsunlar. Çox sağ ol, qardaş. Günlərdən görək. Verməyib neyniyəcəkdilər? Çoxdankı arzuları idi. Sən niyə belə deyirsən, ata? Nə deməliyim? Öyle deyil mi ya? Çox yaxşı ailədir. Anası da gözəl qadındır. Hələ ki, özlərini yaş göstərməlidirlər də, bəs necə? Mənə çox səmimi ailə kimi gəldilər. Anası da mədəni, sakit, əxlaqlı qadındır. Hələ ki. Qoy toy olsun. Sonra üzlərini görəcəksən, əsl üzlərini. Məncə elə deyil. Hikmət, insanları tanımaq olmur. Sən ümumiyyətlə adamları tanıya bilmirsən. Sən adam tanıyan deyilsən. Neysə, özünüz bilirsiniz. Maraqlı yanaşma oldu. Görürsünüz, deyir, evlənsinlər, sonra tanıyacaqsan. Bunun bir bildiyi mi var? Deyir, nəyəsə, özün bilərsən. Yəni, bu cür mü belə soyuq yanaşdı? Əslində, Mətanət xanım, həqiqətdə də belədir də. İnsan qohum olana qədər, elçiliyə qədər, Yaxşı tərəfini göstərir. Ancaq yaxşı tərəfləri görür. Münasibətlərdə də bu cürdür. Bir qadınla bir bəyin arasında münasibətlər nə qədər sizli-bizli gedirsə, o qədər orada hörmət olur. O zaman ki, sənə çevrilir. Bax, onda ortadan bütün pərdələr götürülür. Mən onu bilirəm, mən onu demirəm. Mənə lazımdır bu kişinin verdiyi cavab, onun münasibəti. Yəni, bu burada nəyi demək istədi? Evləri könlələn yardakı Anarın əsəri, bəli. Siyavuşun dediyi, Siyavuş Aslanın dediyini. Deyir ki, əvvəlcə can qızım, nəmin sonra elə ki, toy olur, sonra bax, iti görüm, gəlini görməyim. İndi həqiqətən də bütün analar, qadınlar daha doğrusu, qapı döyən elçi gedəndə deyir ki, o mənim qızımdır, siz nə danışırsınız? Mənim evimə qız aparıram, qız da gəlir evə çıxanda görür ki, evdə bir dənə qız var, tutaq ki, indi oğlanın bacısıdır. Həmişə o misalı gətirirəm. İkisi də bir çaşqanı sındırır, biri bu yanda, biri bu yanda. Fincanı. Ana öz qızına deyir ki, onu sınıfda niyə narahatsan, problem yoxdur. Amma gəlinə deyir, korsan, şikəstsən, niyə? Görmürsən, bu niyə sındırdın? Yəni, bu da baxır ki, deyir, mən qızı zad döyürəm, eləcə dildə deyirmiş də. Çünki bütün münasibətdə mən maraqlı gələn siz nədir? Nədir? Baxın, düzdür, mənim öz təcrübəm var, öz fikrimi sonunda söyləyəcəm, amma mənə çox maraqlı gələn bir şey nədir? Təzə ailəyə, inşallah, indi ki, övladınız var da, elçi gedəcəksiniz. Gedə də bilərik bərabər, problem deyil, böyük məmlədə. Mən onsuz da mən bu işə baxıram. Yəni, ailəni nədən tanımaq olur? Mən deyim, mən onu hamıya tövsiyə eləyirəm.
İçəridəki davranışlara bax, həmin model. Allada bilər adamı birinci, Yox, ikinci, yox, yox, üçüncü. birinci yox. Baxın niyə deyirəm. İlk Onların rola girməyindən söhbət getmir Hə, ha. Tutaq ki, mən əgər idarəçilər. onun evdəki atası ilə Ata-ana. anasının davranışını görsəm, o dəqiqə biləcəm ki, uşaq həmin davranışı modelləyib gəlir bu yana. Evdə atası bəlkə həyatdan gedib, Atası yoxdur, yoxdur, ata elə yoxdur. Hə, Onda olmayanda da deyirəm də, yəni necə olub, o necəliyi bilinir, onu öyrənmək lazım ki, bunun atası necə kişi olub. Dünyasını dəyişə bilər. Deməli, Bizim araşdırmaq qəhrəman lazım deyil oğullarımız ki, var. getməzdən 500 il bundan da qabaq Tağı yaşayan. müəllim, deməli, Deməli, araşdırmaq elçi lazım gedəndə. deyil ki, getməzdən Mənə görə öncə. mütləq, bəli, araşdırmaq lazım. Onların Ailə ailəsində bilinməlidir. baş verəcək Nəyə hansısa baxardınız? bir Evə girdiniz. Nəyə Nəyə baxardınız? diqqət yetirərdiniz? Evə girmisiniz. Nəyə fikir verirsiniz? Maraqlı yanaşmadır, hə. Və mən əsas məsələ o da, əslində bütün sir detallarda gizlənir. Biz Bəziləri detallara var ki, baxmırıq. mən məsəl üçün heç vaxt evin əşyalarına falan baxmaram. Mən harasa gedirəm, hamı məndən sonra belə, evləri necə idi? Deyirəm, mən nə bilim, necə idi? Evlərinə baxmağa gedirəm. Hə, yox. Mənə Bəlkə maraqlı evin deyil təmizliyi də. demək istəyirsən? Təmizliyi yox, Hər şey əşyaları var. deyil. Əşyalardan tutmuş. Təmizlik Baxın, başqa. Əşyalardan tutulmuş. Bir orada əşyaların düzümüdür, təmizliyidir. Orada olan məhz o detallar var da, az detallar var ki, onlara fikir vermək Evlərində lazımdır. bilirsiniz, antik əşya yox idi. Yox, mən belə şeymi yox, deyir? mən Axı əşyaların bir şey var axı, qiymətinə danışmıram. Təbriz müəllim, Ümumiyyətlə- elçi gedirsənsə əgər ilk dəfə, Onlar evi bilirlər ki, təmizləyirlər, onlar evi yığırlar, təmizləyirlər. Narahat olma. Harada Şirinko təmizləsinlər. çişli yer varsa tapılacaq orada. O yolda. Mütləq tapılacaq. Yox, niyə ki, niyə? Təsəvvür edim ki, Təbriz müəllim elçi gedir. Gedib divanın altını qaldırır. Bura çirkinidir, bura. Döşəyi qaldırırsa ki, şeydir, tütülüdür yoxsa yox. Oturanda yox, stula bir dənə birinizi belə edin. İki önəmli məsələ o necə yeməyi pişirməyi və yeməyi gətirməyi. Bu da çox önəmlidir, vacib bir məsələdir. Qonaq gedəndə adam Düzülüşü, təbirlər, elçilikdə yox. Düzülüşü də çox önəmlidir. Bunların zövqündən xəbər verir. Ay, sana zövcü qoy. Gecikməyindən xəbər verir. Hər şey balaca Bir də detallardır. gecikdik, qız pisdir, almırıq. Yeməyə gecikdik. Hansı qohum düzüb? Çağırıblar köməyə, sən Allaha xala qızı gəl bura, elçi gələcək. Tələsbir. O dəqiqə bilinir. Harda Bir də ən önəmli məsələ, Mən ən sizi vacib- aparmayacağım elçiliyə. Hayır, Nədir belə? Mən sizə bir şey deyim. Mən bilsiz nə qədər elə ailələr qorumuşam. Hətta olmuşdu, bir nəfər müraciət elədi. Dedi ki, bəs mən bunların ailəsinə ailət qurmaq istəyirik. Mən baxdım, dedim ki, bəs məsləhət deyil də. Çünki qızı gördüm ha. Dedim ki, bəs sizin ailədən uzaqdılar da. Mən o qızı görməklə mənə bəs edin, ki, stol qızdan üstündə danışın. düşünürəm. Sonra Mən də. ailət qurdular, nişan oldu. Nişanda bir dənə dava qırğın çıxdı. Toy oldu, dava qırğın çıxdı. Boşananda 3 yenə ildən sonra da boşandılar. 3 ildir, bu mənə dedim 3 aydan sonra. 3 demişkən, indi bir İndiki 3 dəqiqədə boşanmalara reklama səbəb- çıxacağıq biz. 3 yaxşı rəqəmdir. Ona görə də həqiqətən də doğrudan da ailə çox önəmlidir insan həyatında. Ən vacib məsələlərdən biri Tağı mən dedi o ata ilə bağlı da mütləq atasını tanımaq. Ümumiyyətlə burada tək ata deyil, burada vacib məsələ ümumi ailəni tanımaqdan gedir. Təbii ki, Ailəni tanımaq çox vacib. Sadəcə bəzən olur ki, bəzən olur, çox üzr istəyirəm. Ata dünyasını dəyişir. Adətən bilirsiniz də, kişilər tez dünyasını dəyişir. Ata dünyasını dəyişir. Maraqlanmırlar ki, bu necə kişi olub. Tağı müəllim, indi bir dəqiqə. Olur ki, hə, tanımadığımız ailəni araşdırdıq. Bir də görürsünüz ki, ailəni daha illərdir tanıyırıq. Gəlişimiz var. Aha, ailə qurandan sonra uşaqlar belə eləyirik. Cavab verə bilərəm. Nə oldu? Cavab verə bilərəm. Buyurun. Çox önəmli cavabdır və özü doğru cavabdır inşallah. Çünki bu da süzgəcdən keçib. Bəli, təcrübədən keçib. Siz onların qohum kimliyini tanımısınız. Dost kimliyini. Nə gözəl qohumdur, nə gözəl. Mən yaxşı qohum ola bilərəm, mən yaxşı hüquqşünas ola bilərəm. Bəlkə İraq olsa anamı evdə döyürəm, nə bilirsiniz? Oğul kimliyin bəlkə sıfırdır. Biz eləyik, biz kənardan dost, nə gözəl dost. Baxın, adi bir misal sizə deyəcəm. Psixologiyada bilirsiniz də, mütləq həqiqət yoxdur, orada belə bir şey var. Mən şəxsən ondan razılaşmayacağım, deyəcəm nəyə görə, indi inciməsinlər. Təbii ki, Aytan xanım bilirəm ki, razılaşacaq bəzi şeylə, bilirəm niyə. Mən amma razılaşmasam onu bilirsiniz. Təbii, baxın, tutaq ki, mən haradasa işləyirəm, 1000 manat maaş alıram. Bax, elə orada saxlayın. Davamlı reklamdan sonra olar. 1000 manat deyə, bax, pul deyən kimi reklam yadıma düşür. Reklama baxırıq, qayıdırıq. İndi 1000 manat maaş alan Tağı müəllim görək, şərti dedi. Görək nə dedik, Hə, buyurun. Buyur. Tutaq ki, 1000 manat maaş alıram və gəlirəm evə, deyirəm, ay arvad, bu 900 sənin,
uşaqlara xərcdə. 100 manat mənim, bu mənim avtobus pulumdur, nə bilim, nə pulumdur özüm. Dostlarla da görüşəndə heç vaxt əlimi cibimə salmıram, çünki o 100 manat mənim ancaq yol pulumu görür. Diqqətlə qulaq asın. Qohum gəlir borca, deyirəm, yox qardaş, mən yazdım, mən elə yol pulumla. Dost da məni artıq çağırmır, oluram dostların gözündə ən axırıncı balaca bir adam ki, bu nə axmaq adamdır, bu necə insandır. Həmişə biz onu. Eləcə də qohumlar, ümumiyyətlə məni tanıyanlar, bilirsiniz də, xəsislik kişilərə aid bir xüsusiyyətdir əslində. Qadına yaxşı sayılır, çünki yığımcıldır, bu ev qurandır. Amma kişinin simici çox biabırçı bir şeydir. Amma indi qadınlarda da o yaxşılıq. Hətta, çünki qadınlar işləyir deyə özləri pul qazanır, pul xərcləyirlər. Həm sosialda bir yerdə otururlar, İcazə verin qoy deyim də, hə. Və mən dostlarımın yanında oluram. Ən axırıncı adam eləcə də qohumların yanında oluram. Amma arvadımın yanında oluram mən gözəl kişi. Belə kişi hər yanda, hamı deyir, bunu nəyin tərifləyirsən? Millət bundan danışır ki, bu adam deyir, sən deyirsən ki, bu yaxşıdır. Aha, gəlin tərsini eləyə indi. Gəlirəm arvada 100 manat verirəm ki, bitər, jımıqdan zatdan orada yiyin, dolanın. Mən dostların üstünə çıxıram, mən qohum filan feçmən, başlayıram dostlarla, sən lazımdır özüm. Orada qohuma problemi bu da 50 manat, 100 manat sənə kömək elim var, bax, var. Və mən oluram həyat yoldaşımın yanında, ailəmin uşağımın yanında ən axırıncı lazımsız adam, çünki doğrudan da köməyim çatmır da. Belə şeylər çox da mənim yanıma gəlirlər, danışırlar. Və mən dostlarım, sən tağını pisləyirsən, bildiniz nə demək istəyirəm? Eləcə də qohumlar, başlar hamısı məni tərifləməyə. Aha, həmin o bucaq deyil, psixologiya mütləq həqiqət yoxdur da, bildiniz. Arvad tərəfdən baxanda mən pisəm bu dəfə, bu tərəfdən baxanda mən yaxşıyam. Aha, biz neyniyək ki, həm arvad desin bu yaxşı kişidir. 500 ona, 500 cibivə. Hə, bax, Allah Taala'nın həqiqəti doğrudan da mütləq həqiqətdir. Sadəcə bunu öyrənməyənlər, Avropadan gələn o lazımsız bəzi əqidələr var ki, o psixologiyada yazıldığına görə mən niyə tutaq ki, psixologların içində Aytən xanıma daha çox dəyər verirəm? Çünki adam milli koloritdən əl çəkmir. Deyir ki, bu bizim milli düşüncəyə ziyandır. Bu bizim ona görə də mən bunu təbliğ eləyə bilmərəm. Təbriz müəllim də elədir. Çünki onların ailə dəyəri daha üstündə şeylərdə. Amma psixoloq da var, yaxşı bilirsiniz. Televizdə çıxıb sizə deyir ki, boşanmadan dünyada gözəl şey var. Bu nə deməkdir ki, azadlıqdır filandır. İndi görün nə deyirəm. Hə, Allahın həqiqəti nə deyir? Qonşunun da haqqını ver. Cürətin çatır, vermə qonşunun haqqını. Qohumun da haqqını ver. Ailənin də haqqını ver. Dostun da haqqını ver. O 1000 manat bölünməlidir. Siz nə danışırsınız? Onda o 1000 manat çevrilib olur 2-yə, 3-ə və qalxır insan o mərtəbələri. Böyümək üçün böyük kişi olmalısan. Yadınızdadır, keçmiş verilişlərin birində demişdim, kişiləri kateqoriyaya bölür ya. Özü üçün yaşayan, ailəsi üçün yaşayan balaca kişilər, lap balaca kişilər ancaq özü üçün yaşayır, heç ailəni də saymır. O ailəsi üçün yaşayan balaca kişidir yenə, lap balaca deyil, balacadır. Sonra gəlir böyük kişi, hansı ki qohumlara da əl yetirir, ailəsi üçün də filandır. Yəni əl yetirmə o deməkdir, amma pul paylayır. Gedir sumkasını da açır. Nə bilim, xeyrində, şərində iştirak edir. Bir də var, bütün cəmiyyət üçün yararlı olan kişilər, onlar lap böyük kişilərdir. Dediyim kimi peyğəmbərlər, alimlər və digər o belə deyək də siyasətçilər var ki, bəli, bütün nüfuzdur. Yəni bunu unutmasınlar. Ona görə də mütləq həqiqət Allahın həqiqəti. Nədən narazı olacaq? Düz danışırsan da. Dedim mən razı olmayacağam. Həqiqətən. İndi gəldik yenə serialımıza və bu an doğrudan acınacaqlı bir andır ki, telefona zəng gəlir və ataya və yaxud da anaya, Allah heç kimə göstərməsin. Allah heç kimə ki, sənin evladın dünyası dəyişib. Yəni bu ən sonuncu bir həddir də, ən belə ağır, bundan pis xəbər olan məsələ. Zərbədir. Ay balam, telefonu götür də, bayaqdan narahatıq axı səndən. Ay şükür. Salam müəllim. Salam. Kimdir? Oğlunuz huşunu itirmiş vəziyyətdə tapılıb, bizə xəbər verin. Necə yəni? Polisi sizlə danışan. Vəziyyət çox ciddidir. Biz gəldik, ilkin yardım göstərdik. Təcili yardım da çağırmışıq. Ancaq başınız sağ olsun. Oğlunuz həyatını itirib. Hikmət. Hikmət. Dayı nə olub? Hikmət cavanı nəsə olub? Hikmət!
Bibi. Cavan beni bağışla oğlum. Bağışla babanı. Ben isteydim ki sen kişi gibi sert olasan. Ama bu sertliği seni benden uzaklaştırdı. Benim davamcım. Balam benim. Bağışla. Bağışla baba. Bağışla. Bağışla, nəvədən üzr istəyəcək, sonra kimdən üzr Gec də istəyəcək? artıq. Gec də artıq, əlbəttə. Biz insanlar beləyik. Evet. Hamımıza aiddir. düzdür. Torpağa girən kimi bağışla deyirik. Anam bağışla, atam bağışla, Bağışla, nə bağışla? Artıq bir cavan Yalancı adını daşıyan, təsəllidir, cavan bir yalancı. uşağın sonu, yəni 20 neçə yaşında uşağın həyatdan getməsi, anaya zərbə, ataya zərbə, qohum-əqrəbəyə. Burada nə birlikdən danışacaq? Ha, kim qalar o evdə? Heç kim. Təbriz mənim yaxşı dedi, yalançı təsəlli. Yəni vaxtında eləməmsən, indi güya sən nə rol oynayırsan burada? Hətta bax, indi Aktyor ailədə oturub Cavanşir kişi deyir, ha, bu nə həyatda yaşayırıq? Nə bu həyatı yaşayırıq deyəndə ki, sən yaşadırsan da bu insanlara. Bir də izləyə o səni. Nədir yaşayırıq biz, ha? Bilmirsən nə yaşayırıq? Hə? Hamısı sənin günahların da. Mənim oğlum canı bahasına sənin günahlarının cəzasını çəkdi. Ay bala. Kimə neyləmişəm mən? Ha? Niyə elə deyirsən? Nədir mənim günahım ki, nəfəm onun bədəlini verir. Nədir axı? Sən kimə neyləməmsən ki? Bütün ev aləmlə düşmənçilik edirsən. Sənin bir dənə bir arısın var idi. Onu da öldürdülər sənin günahlarına görə. Hikmət. Sen karışma! Sen karışma! Varisinden başladılar öldürmeye. Böyle geçse bütün sülalemizi kurulacaklar. Hikmət indi bunların yeri deyil axı. Ben ne vakit danışak biz? Ne vakit sözümüzü diyek? Geç adamsan sen de sözümünden ne burada? Kim ne derdisin? Benim fikrimden hiç yaklaşındıra bilmez. Hamısını sen eledin. Hamısını sen eledin. Sana göre ahırda bizim daxımıza çıxacaqlar. Bəli, ailə elə bilir ki, yəni atası o qədər pislik eləyib Cavanşir O da kişi. qədər mərdimazar Sanki bir addımlar qisas, atılıb o ki. qədər qisas Yəni birinin nöqteyi evini nəzərindən. yandırır, birinin Amma düşünür ki, tarlasını biz yandırır. Adi bir Şeydən ölüb. Bu bir siz nəyə Əslində oxşadı? adi bir şeydən ölmüş ki. Təbriz mənim də üzrsən, bu bir siz nəyə oxşadı? Mən əvvəl polis əməkdaşı olmuşam. Birisini eşidəndə ki, rəis çağırır. Hansı işçilər ki, o belə üzrsən o da oyunbaz idi. O dəqiqə qorxurlar. Görürsən rəis məni niyə çağırır? O dəqiqə yadına düşür ki, mən harda dizdə oyun çıxartmışam ona görə. Amma oyunbaz olmayanlar çox rahat çağırır, gedim yəqin təzə göstəriş verəcək. İndi bu kişinin o qədər pislikləri var ki, özü də deyə bilmir ki, mən harda ölmüşəm, mən şey eləmişəm. O dəqiqə birinin evini yandırdı, o birisinin evini yandırdı, bu birisini öldürdü. birini Bu öldürtdürür. belə, yəni Hələ buna qədər gör nələr edib. Əslində onun elədikləri də qarşısına çıxır. Əlbəttə. Yəni Bəli. onu ola bilər təsadüfən başı dəysin, yıxılsın, eləsin. Həmişə Yenə də uşaqdan etdiyi çıxır da elə bir Ümumiyyətlə heyfi. indi Allah uzaq eləsin. Biraz onu qəbul eləmək istəmirəm açığını desəm. Görmüşəm, təcrübədə çox görmüşəm. Əcazil ataların
cavan, gözəl övladların Vay, dünyadan vay, vay, köçməsi mən Bəli. müşahidə eləmişəm. Haqqı yeyən Vallahi düz insanların deyirsən. gözəl Vallahi balalar. deyirəm, Qəbul düz eləmək deyirsən. istəmirəm sadəcə, çünki Niyə? Qəbul eləyin. uşağın heç Bəli. bir günahı yoxdur da. Yəni o da yaşamaq Əlbəttə. istəyər. Bu mənada demək Yo, o uşaq istəyirəm. inşallah cənnətə düşər, amma Ananın ata və ona yaxud görə da ömür ananın- boyu əzab Ananın çəkəcək. heç bir, ananın o cür o istirab çəkməyin, yəni Özü bir qadın kimi xoşbəxt deyil. Hər şeyin belə sıxıla-sıxılasa belə yaşayış olmur da. Gəlin onu əslində da belə nəzərə halda alaq. Nədir belə? belə halda mütləq şəkildə biz həmişə yaxınlarına tövsiyə edirik. Kiminsə yaxını rəhmətə gedibsə, mütləq şəkildə psixoloqla bərabər Mütləq, onu mütləq. adlatmaq lazımdır ki, çox rahat bir şəkildə keçə bilsin. Dərd də var, hamının dərdi var da, dərdi çəkmək də normaldır. O insanın içindəki o ağrıları yaşaması da normaldır. Amma bunu ifrat dərəcəyə qaldırmaq olmaz. Kontrol Bunu- itirmək hə, doğru. bəli. Nəzarəti. Hə, nəzarətdən çıxdı, artıq birbaşa olaraq artıq məsuliyyətdən insan qaçır və sonda nəinki özünə ziyan vurur, başqalarına da ziyan vurmağa başlayır. Ona görə belə halda mütləq psixoloqa müraciət etmək Bəli, lazım hətta ki, o rahat adlayasın. Təbriz mənim tam düz deyir. Çünki böyük belə deyək də miqyasda baş vermiş qəzalar olur ki, zəlzələdən sonra, təyyarə qəzasından Avtomobiliyyat sonra hadisələri tez-tez olur, və yox, görürsünüz. onu demirəm. Xüsusi olaraq dövlət psixoloqlar, həmin o dünyası Bəli, dəyişən ailələrə xüsusi psixoloqlar Bəli, yaxınlarına bəli. Yaxşı şeydir. təyin edirlər. Müharibələrdə, bəli, müharibələrin mütləq özündə, şəkildə. bəli. Misal Biraz üçün uzaqlaşıq. bu epizodda o Təsəvvür qadın məni belə şey. gizlincə gəlib o kişini öldürə də bilər, hətta bir zəhər də Bəli, qata bəli, ziyan Amma verə onu bilər. Evi psixoloq yandıra rahat, bilər. bəli, onu psixoloq rahatlasa Bəli. onu eləməyəcək. Sadəcə ayrıla bilər evdən. Biri var Gəlin- üsyanı ayrılmaqla eləyəsən, bir də var adam öldürmək. Valideyn olubdur ki, ən xırda bir məqamda belə hər zaman yoldaşını günahkar görübdür ki, sən ona belə Sən demişdin, etdin sən bunu, buna bəli, belə bəli. etmişdin və bu münasibətlərin də pozulmasına gətirir, çıxarır. Ona görə də mütləq şəkildə onlara psixoloji yardımlar olun. Biz demirik ki, yası dayandıraq, çünki o yasın acısını yaşamalıdır. Onu yaşamazsa sonra onun başqa dəli cür olar, duyğuları bəli, ölə bilər. qalmasın gərək. Yəni Bəli. duyğu siqnalları tamamilə məhv ola bilər. Keçək, ürəyim sıxıldı. Bir qəhvə içək, bir görək bu Bəli, fincanımızda özümüzə çay da gələk. içə bilərik. İndi belə deyək də, başlayaq. Çünki test mənim Bəli, diqqətimi bəli. cəlb etdi. Maraqlı bir test. qoy bir Hətta desin, bir dənə birdən. test, iki dənə testimiz var. Aha, 2 dənə test var, nə Bəli, yaxşı. bəli. Birdən başlayaq. Birinci Birdən fincanımız başlayaq. nədir? Biri kim Heç seçmişdi? kim, tamaşaçı. Bəli. Siz gözəl bir ürəyə sahib insansınız. Ən güclü keyfiyyətiniz istilik, qayğı və ətrafdakı insana sevgi bəxş etməkdir. Aha, birinci Siz fincanımız. münasibətlər birinci seçin, daha səmimi münasibətlərə meyilli insandır. Sarı saçları rəngində seçimi Aytən xanım. Baxın, bəli, bəli. saçının rəngində. Bu nədir? Sizin əsas üstünlüyünüz sakitliyinizdir. Ən çətin situasiyalarda belə soyuqqanlı qala bilən insanlar onu seçirlər. Aytən xanım, dedi, bütün hər şeyi mənə baxıb deyirsiniz. İnsanlar məsləhət üçün sizə üst tuturlar. Çünki bilirlər ki, həmişə vəziyyətə obyektiv baxır. Bəli, bəli. nə İkini olursa seçən olsun. Aytən xanım bütün hər şey vardı mənim üzümə dedi. Bağışlayın. Keçdi mətanət. Keçdi var mətşə, 3-cü fincan. İndi mənə Dördə. baxın danış. Keçək dördə. Dördə niyə? Yaxşı, üçə keçək. Siz inanılmaz dərəcədə çox dözümlü insansınız. Ay Allahım, mən elə belə yaradım. Bəli, vallahi. dözümlü insansınız. Dözümlüyə Orada gəl. yazılır. Dözümlü. Sizin Doğrudan xarakter mı? gücünüz belə qətiyyət və əzimkarlıqla fərqlənirsiniz. Hə, medala Qarşınızdakı sacaqlar axı döşümə. çətinliklər çıxanda layiqsiz. Geri çəkilmirsiniz. Yox, heç vaxt, heç vaxt. Əksinə istənilən maneəni aşmağın yolunu tapırsınız. Siz öz nümunənizlə ətrafdakı insanları ruhlandırırsınız, motivasiya edirsiniz. Ətrafdakılar mənə nə edir? Can sağlığı Ay, arzulayırsınız, sağ ol, ondan xoşbəxtlik başlamaq. arzulayırsınız. Ətrafdakılar, tamaşaçılar da sizi izləyənlər, sevgi ilə Sizi izləyir. sevirlər. Mən Bu sevirəm yaxınlarda bir tamaşaçılarımı. məclisdəydim. Hər kəs bir söz dedi ki, Mətanət xanım, hiss olunur edir, səmimidir. Addımlarına. Nədir o Bilirsiniz, yox? Nədir o da? yəni bunu Nədir o? qazanmaq həqiqətən də. Baxın, bir diqqətimi çəkir hər zaman. Tağım əlim danışan kimi bizim bax bu dəyərli operatorlarımız, səs rejissorumuz, redaktorumuz, hər kəs sanki ayaq üstə qalxır. Dinləmək istəyirlər, baxırlar. Təbriz müəllim testi edərkən, yəni Hamımıza görürsüz, maraqdır, bəli. hərənin bir danışığına bir başqa cür reaksiyalarını yəni bildirirlər. Bunun özünün də içində bir sevgi var. Bir də orada saxlayın. Bəli, bəli. Sizdən Qarşılıqlı səs da ona gəlir. görə. Hamını çox Dınq, istəyirəm. dınq, səs verməyə başlamışsınız.
Bəli. Bu nə tıngıltılardır Oradan sizdən səs gəlir. Oradan hardan? Oradan gəlir, yuxarıdan gəlir. Yuxarıda bizdə Bəli. birinci mərtəbədir. Bəli, Biz bu yuxarıdan- mənfi birdir. Yox, Birinci yox, mərtəbədə. Siz görmürsünüz də, bura açılıb oradan bərk gəlir. Və keçək dördüncüyə. Nə dediniz elə bu qədər? Bəsdir da. Oğlum, Mən mən keçdim. sözümürsünüz Keçdi. də, Hətta bəsdir da. Dörd. Sizin Dördü kim babanız belə seçdi? dünyaya gətirdi. Bəli, məni belə dünyaya gətirdi. Dörd. Siz intuisiyanızdan hətta əsas intuisiyadır kompası. Tamaşaçılarımızdan Bəli, kimsə bəli. seçibsə. Onlar hiss edirlər hadisələri baş verməmişdə əvvəl ümumiyyətlə sezə bilirlər də, duya bilirlər hadisələri. Yəni səthi yanaşmırlar da, daha intuitiv, dərindən düşünürlər. Beşincini Dağı və Təbriz müəllim seçib. TT komandası. Bəli. Siz harmoniya və balans insanısınız. Doğru. Bəli, həyatın bütün sahələrində tarazlığı qorumağı bacarırsınız. Yaxşı bir şeydir. İfratlardan və münaqişələrdən qaçırsınız. Doğru. Sizin istedadınız kompromis axtarışındadır. Elədir də. Bəli, bəli. Elə İnsanlar sizdə də. bir-birini anlamaqda həmişə kömək eləyirsiniz. Ay, nə qəşəng. Bax, Öz dilimizdə tərcümə edirik bizə Tağım bəy. Bunu Gözəldir. hər kəs bacarmaz. Və altıncı, sonuncu kimsə Altıncı siz- qəşəng də fincandır. Bəli, siz andan gəlmə optimistsiz. Siz- Şəraitdən asılı olmayaraq həmişə şənsiz, Şənsiz. aktivsiz, dinamiksiz, O mənə də həyat aiddir. sevərsiz. Hə, yəni siz bu gün prosta birdən götürmüsünüz Hə, də. bunu mən- Sabah altını içərsiniz. Hə, yəni siz kiçik şeylərdən belə sevinməyi Sevinməyə bax. Aa, bacarırsınız. biz sınıf altını seçərdim. Can sağ olsun. Hamısı- Öncədən sizə mesaj göndərdim. Mesaj seçərsiniz. göndərin. Ya, elə olmaz. Bundan sonra işimiz var da. Belə, biraz fikrimizi dağıtdıq. Çox sağ olun Təbriz müəllim. Siz sağ Amma olun. bir dənə də Bir dənə də testimiz maraqlı olacaq. testimiz olacaq. Birazdan onu da edəcəyik. Bəli, ağac testimiz Yenə də. yığıb bütün flora fauna dünyasını gətirib üstümüzə. Maraqlı, çox maraqlı test o da. Mən Bəli, sizə deyim. bitkilər aləmi bu Ağaclar. floradır. Bəli, flora aləmidir, elə sayırlar. Yəni bilim də elmi termini belədir. Çox maraqlıdır. Çox maraqlıdır. Hansını seçəcəksə mən artıq bilirəm. Öncədən bəli. Mən artıq seçdim ki, bu hansı rəqəmi, hansı ağacı seçirəm. Mən ikisini seçmişəm, amma birini deyərəm. Seçmək demişkən biz valideynlərimizi seçmirik, biz valideynlərimizi seçə bilmirik. Biz onları əstəğfurullah, bax belə vəziyyətdə, hikmətin vəziyyətində tənqid edə bilmirik, təhqir edə bilmirik. Biz içimizdə çəkirik hər şeyi. Bəli, bəzən deyirik, böyüyümüz, amma böyüklər də Cavanşir kişi kimi və belə atalar, babalar varsa onların böyük səhvləri nəticəsində bu ailə sonda uçuruma gedəcək. Bu çox çətin bir məsələdir. Və Cavanşir kişi hamını yığır evə, sanki bir Zeynəbə təsəlli verməyə. Nə təsəllidən danışır ki, baba bütün bu baş verənlərin elə önündə durur. Ürəyim yaralıdır, ürəyim yaralıdır. Ruhum ağrıyor. Ruhum ağrıyor. Dünya boşaldı, heç də yoxdur və içində gələcəkdən qısas, heç. Elçi getmişdi balama. Xeyr, dua vermədi nəbi, vermədi. Balamı başa düşmədi. Qınadım balamı, heç başa düşmədim balamı. İndi neynirəm mən, intikamı neynirəm? Neynirəm, cəzalandıracaqsan qatil. Balam qayıdacaq əmi. Balam qayıtmayacaq. Balam qayıtmayacaq. Vaxtında gərək qədrin biləydin balamın, başa düşəydin. Anlayaydın onu əmi. Anlayaydın. Heç deyin mənası yoxdur artıq mənim üçün. Heç deyin, hər şey boşdur, hər şey. Qəzəblənə də bilmirəm, heç bir hissim yoxdur. Ölmüşəm, mən də ölmüşəm. Diri-diri ölmüşəm. Diri-diri. Allah heç kimə, heç bir valideynə belə bir dərd göstərməsin, amma yaşadıqlarımız bizə bunu, yəni
dostumuz var, tanışımız var, bildiyimiz var, bilmədiklərimiz çox şey var. Amma yəni niyə dedim ki, dost tanış o qədər var ki, belə ailə ki, yeganə evladını itirmiş insanlar var ki, Allah heç bir anaya, ataya bu dərdi nəsib etməsin və nə qədər də təsəlli etsə, onun içində bir belə qalır da, üzü gülür, insanın qəlbi gülmür. Yalandan, o yalancı gülüşdür. İnandırım ki, yalan. Çünki insanın gözünün rəngi solur. İnsanın ürəyi gülmür. Razıyam. Sadəcə ayaqda qalmaq üçün belə də sadəcə yaşayır da, yaşayıram. Hə, budur, ölməmək üçün. Amma bir şey deyim sizə, düz də indi Allah dönlər rəhmət eləsin. Amma həyat davam eləyir. Həqiqətən həyat davam eləyir. Mən nə mənada demək istəyirəm, bilirsiniz necədir? Elm də bunu sübut eləyib, din də bunu sübut eləyir ki, insan yox olmur. Din deyir, o bir dünyaya köçür. Elm də deyir ki, enerji bir haldan digara çevrilir. Ona görə də mən düşünürəm ki, hər bir halda Allah Taala bizə veribsə bu canı, mütləq şəkildə bunu biz davam etdirməliyik və ən önəmli məsələ bizim bir missiyamız vardı bu həyatda. O missiyamızı davam etdirməliyik. Baxın, indi mən digər belə deyək, o parçaları izləyəcəyik. Burada bir yer var ki, Cavanşir, görürsünüz ki, ailə üzvlərinə yox, xanımı Ləmana etiraf edir ki, mən öldürdüm onu. Baxın, oturur hamıya təsəlli verir. Ay qızım yaşamalısan, ay oğlum belə, ay filan kəs. Amma içini boşaldır kimə? Həyat yoldaşına və deyir ki, Ləman, mən öldürdüm onu. Çünki günahkarlıq duyğusuna artıq insan girib. İzləyək onu. Elə bil beynimə mismar vurublar. Bu sən xasiyyətindir də Cavanşir. Hamı bilir, bu evdə hamı bilir ki, sənin yolun budur. Ona görə də özünü yeyib bitirmə. Necə özümü bitirməyim Ləman? Necə? Deyirsən də. Yəni dik dura bilərəm bundan sonra. Dura bilərsən, dik durmalısan. Bizim üçün, ailən üçün dik durmalısan. Ən vacibi, mən Cavanı qoruya bilmədim. Tabancamı qoruya bilmədim. Cavanşir, Kaş bircə dəfə onu qucaqlayasın. Geçti artık. Geçti. Köşeme bir şey dua ederdi. Küstü benden, incidi gitti, küstü benden. Benim babam, benim varisiyim. Bağışla beni. Çox qəribə bir fikir. Cavanşir kişi belə deyək də, sözlərini bu cür ifadə edir ki, günah mənimdə anladıq. Sonra bir söz deyir, mən istədim o kişi kimi böyüsün. İndi mənə çatmadı. Bu kişi kimi böyütmək sərtlikdirmi? Kişi kimi böyütmək, onu belə deyək də, çox üzr istəyirəm, o it kimi qapmaqdırmı? Tək söhbət burada Cavanşir kişidən getmir. Çobudluq, bu kişilik demək deyil, axı insana bir sevgi göstərmək lazımdır. Baxın, nə yaşı vardı ki, Cavanınızın hər şeydə onu belə üstündən xət çəkdim. Bu olmaz, mən deyən olmalıdır. Bu da sən deyən. Yox, sən mən deyən olmalı deyərək uşağı necə kişi kimi böyüdürsən? Bax, mənə anladın. Özü kimi. Bəzən o belə valideynlər çoxdur. Özü kimi olmaq. Özü kimi, yaxı, mən necə sənin kimi ola bilərəm? O deyirdi, mənim kimi oldu. Atanız kimi ola bildinizmi? Bəlkə biraz. Tam atanız ola bilməzsiniz axı. Yox, ola bilmərəm. Söz yoxdur. Mən başqa şey deyirəm. Bu adamın dünyaya baxışı yanlışdır da bu kişinin. Mən misal üçün deyirəm, uşağım kişi kimi böyüsün, yadınızdasa deyirdim, geçsin, gödəkçi alır, özü seçsin, ayaqqabı alır, özü seçsin, qərarları özü versin, özü ilə bağlı.
Elə qərar vermək ən böyük kişilikdir də, Bəli, bilirsiniz. bəli, 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 mən artıq bacarsın. müstəqil. Bir də məsuliyyət. Bu ikisinə görə ölkədə bilirsənsə, bu kişi kimi onsuz da böyüyəcək. Cəsarət. Hə, yəni artıq qərar vermək özü bilirsiniz ki, cəsarətdən Cəsarətdir, gəlir. bəli, Hətta qərar. bəli. Bir var qərar verəmirəm. Mama hansı köynək alır? Mama burada belə bir şey. Bunu niyə? Bu adam aydın ki, cəsarət hissindən uzaq, qərar vermə bacarığı da yoxdur. Avtomobil alır, ona müdaxilələr olur. Hə. Amma sən Cəsarət siz biraz o qərara yaxındır, amma biraz da fərqlidir. ola bilər. Hə, Cəsarət təbii ki, biraz o qorxu ilə bərabər ölçülür. Nə mənada? İnsan qeyri-müəyyən vəziyyətə düşəndə o qeyri-müəyyən vəziyyəti nə dərəcədə idarə edə bilir? Yəni çarəsiz düşdüyü dönəmdə, ən çətin dönəmdə Bəli. necə ayaq üstə dayana bilir, gedə bilir adamın üstünə, ümumiyyətlə o situasiyanı necə həll eləyə bilir? O cəsarət duyğusudur. Ola bilər insan sakit vəziyyətdə imkanlarından istifadə edib qərar qəbul edə bilsin. Təbii. Amma o cəsarət hissi üçün gəlin uşağı xüsusi böyüdəsən. Bəli. O Bir də burada bir məqamlar var. Bu evin Mən içində xanım, olmayacaq. Bəli, baxın, can. görün o hansı münasibətlərdə gəldi öz həyatını itirdi. Bəzən bax bu cür də olur. Oğlan uşaqlarını sanki sənin bacın yanından kim keçsə, neynəsə, gücün çatmadı, daşı götür. o bibi məsələsi. Yəni, bəli, bu düzgün deyil. Oğlan uşağı da bir məktəbə gedir, bir bağçaya gedir. Orada onun sinif yoldaşları olur, bağça yoldaşı olur. Bəyəm, sən hər kəsə özün pis gözlə mi baxırsan? Bəlkə gələndə elə sinif yoldaşı, qızın çantası ağırdır. Sənin ilk, Tam razıyam. elə onun özü də bir cəsarətdir, bir kölgə. Bacını Yanında qorumaq, gələn kimdir? Bu bacını qorumaq yanaşma tərzi, onun müsbət tərəfləri də var, mənfi də var. Bəli, bax, Amma mənfi müsbət tərəfləri, də var, müsbət tərəfləri də, amma burada bibini, yəni ki, kimdir mənim bibimin Yəni, yanında ailəni dayanan qorumaq, və qadını onu qorumaq da, yəni. dinləməmiş, ona qarşı atdığı bir Dinləmədi, kəllənin gedib bibini qabağında. dinləmədi. Bəli, Bir bibidən soruş, o gedib o ilə danışmadı, birbaşa bu ilə. Eşitdaq sözləri. Problem oradadır ki, eşitdi o. Eşitdi Eşitməsəydi, sözləri. maraqlanan. Tanrı müəllim, eşitsə, eşitməsə yenə bir qarşı tərəflə danışmaq lazımdır. O düzgün deyil axı Yox, elə bunun bir şey. bir dəqiqə. Bax, burada artıq onun kişiliyinin o şeyi qabardı da. Birisi nətərdir? Biraz kişilər fərqli olur. Mən başa düşürəm sizə. Xanımların düşüncəsində biraz o şeydə fərqlidir, amma yəni çünki siz daha yumşaq düşünürsünüz, amma kişilərin özünün bir qaydası var. Baxın, bu Əgər bu ailədə- oldusa, deməli bu cavabı İndi bu olmalı. baxın, Alternativ yoxdur da orada. Zeynəb deyir, günah məndədir. Cavanşir deyir, günah məndədir. O deyir, günah bizdədir. Fikrət əmi kimi deyir ki, günah bizdə oldu, belə oldu və ata olaraq Hikmət bacısı ilə mətanətlə danışır və deyir ki, bütün günahlar məndədir. Bəli, bütün günah evladlardadır. Çünki sən bir ata kimi sənin evladıva olan o təpkini, o belə deyək də baba tərəfdən olan o belə sərt sözləri qəbul etdin. Etdin ki, bəli, atamdır, bu da Allah. Amma Mətən xanım, digər tərəfdən də sən bir başqa bir qadını da öz xanımın ola, onun yanında olduğun, o uşağı da atasız qoymuşsan, gözü yaşlı. Bəli, Yəni bilmir, heç bunlar da- bilmir Nigar hardadır Bəli, evladı. heç Nigarın Baxın, harda nə qədər baş olduğunu, soyuqluq var Nigarın burada. niyə o vəziyyətdə də görsən, atan səni ya alma bu qızı, ya almısansa mən öz sevdiyimin yanında olmalıyam düşüncəsindən ahlar Biz alırsın elə da. bil ki, çox üzrsən, bu oğlanın ölümünü, cavanın ölümünü biz birbaşa bağlayırıq. Bunun istədiyini vermədilər deyə öldü. Elə Yox, bir ona şey görə yoxdur. yox. Bu günləri Yox, baxın, gəlin. Bir dənə Yox, biz bu ona bağlamadıq ki. Yox, bax Bu birincisi istəmədiyini bu verir. adamın Biz tərbiyədən artıq gedir yazısıdır. söhbət. Adam arxası üstə getdi, dəydi daşa öldü. Bu artıq bunun yazısıdır. Çünki o hadisənin, orada baş verən hadisənin bunun elçisi bura getmədilər, bunu bunu vermədilər. Bununla heç bir aidiyyatı yoxdur. Bilirsən ki, mən aidiyyatı atasının var. elədiyi. Biz yox, biz Amma atanın yox, mən atanın vəziyyətini mənə görə belə deyək də. İndi mən əgər kimisə günahkar axtarsızsa, o variant daha doğru oldu ki, bayaq Təbriz müəllim dedi ki, bəs bunun elədiyi pisliklərin o qədər ki, neqativ atıb düzdür. Bir neqativ gəlib baxır sənin ailəvin içinə də girməlidir. Bu bir mənalıdır. Hamıya öz sən atası da pislik elə, əmr sənə heç nə olmasın, güllü gülistan olsun. Elə şey yoxdur. Sadəcə bundan üzr istəyirəm, nümunə götürmək lazımdır ki, ay ölüm gözlə qaşın arasındadır da bir-birinizə niyə düşmən kəsilirsiniz? Niyə? Gəlin onu müzakirə edək ki, ay cəmaət, heç kim bilmir ki, evdə birinci uşağı öləcək, ana öləcək, yoxsa ata öləcək. Nə qədər sağıq bir-birimizin qədrini bilək, xətrinə dəyməyək, necədir, mehriban olaq. Bax, bundan danışmaq lazım ki, kişi zəhərini tökə-tökə elə bildi ki, bu böyüyüb bunun davamçı olacaq. Gözüm böyümədi. Ala. Bir şey yadda saxlayın, bir şey yadda saxlayın. Negativ gətirir. Ay sağ ol. Bu qızıl qaydadır. Bəli. Baxın, əgər evdə söz-söhbət edirsinizsə, birinci siz orada xüsusi bir negativ bir aura yaradırsınız və hadisəni öz ailənizə çəkirsiniz. Əlbəttə, bunun ağırlığı var.
azacıq hadisə biraz böyüyür, biraz negativ, negativ və hadisə böyüyür və sonda bir ayılıb görürsən ki, həm zamanın getdi, nə qədər negativ yaşadın. Bir şey yadında qalmadı, ancaq pis şeylər. Və üçüncü də ən pis şey ki, belə bir hadisəyə gətirib çıxartdın. Yəni, bu elə belədən deyil də, yəni hər şey əla olan yerdə pis şeyin olması sual altına düşür. Doğru. Onun üçün deyirlər də, kim ki 100 il yaşamır, günah onun özündədir. Bu mənası odur ki, sən o qədər gözəl düşünməlisən, pozitiv düşünməlisən ki, sən hətta belə faydalı xəstəlik olsun. Belə. Xəstəlik getdin, yoxlandın, baş verən kimi üstünə düş, sağal da. Sən sağalmırsan, xəstəlik bu negativ, belə bu ev kimi. Yavaş-yavaş vurur bu bir tərəfi, körüyür. Bir də ayırırsan ki, bədənin 50% da işləmir. Bilsiz hansı film yadıma düşdü? Onu bağışlamaq olarmı da filmin sonunda ana qaydır. Ne gözəl sözdür, çox gözəl. Mən həmişə onu deyirəm. Kimdir günahkar? Mənmi, sənmi, bu cəmiyyətmi? Həqiqətən müharibəmi? Bəli, indi o vaxt şəraitlə bağlı qadın çox gözəl sual verir. Siz də kimdir? Bax, indi mən bu sualı sizə verirəm. Çünki mən cavabı özümə görə bilirəm. Burada mı? Yox, ümumən. Bax, bu şeylər tək burada deyil də, digər yerlərdə problemlər olurdu, bilirsiniz, ailədə, hər kəsin ailələrində baş verəcək. Siz də kimdir günahkar? Cəmiyyətə mən həmişə... Siz cəmiyyət deyirsiniz. Hörmətli Təbriz müəllim. Mən cəmiyyət baxmıram. Problemi həll etməyəndədir günah. Yox. Orada məsul şəxs olmalıdır da. Məsul şəxs, yox, şəxsin vəzifəsinin adını deyin. Bax, mən onu deyirəm də, baxın. Kimin gücü çatır və onu eləmirsə, problem ondadır. Misal üçün də, mən bir valideynəm. Görürəm ki, övladımda boşluqlar var. Artıq bu 5 yaşından, 6 yaşından, 10 yaşından mənə şillə vurur, sındırır, dağıdır. Bir dəqiqə, mən bunun qarşısını almıramsa, mən üzr şey mənasını deyirəm, mən bunu bacarıram və bunu eləmirəmsə, birinci günah məndən başlayır. Mən bir şey deyim, Tağı müəllim, niyə mən cəmiyyət dedim? Bəzən üzdə olan insanlar, mən, siz, Aytən xanım, özü də təsdiqləyirsiniz. O cəmiyyətin, o bəzi içi çirkablı üzvləri ki var, söhbət hamımızdan gedir, yəni insanlıqdan gedir. İnsanlıqdan kənar. Elə bir nöqtəndən sənin vurur ki, və sən həqiqətən o cəmiyyətin top ateşinə başlayırsan tutulmağa. Və dünyasını dəyişən repçilərimiz oldu. Anar Nağılbaz. Dünyasını dəyişən Hüseyin Dərya. Kimlər. Onu anası mı elədi? Yaxını mı elədi? Xeyr, cəmiyyət. Cəmiyyət onları uçuruma sürüklədi. Mən ona görə deyirəm ki, yəni ətraf mühit çox böyük rol oynayır. Çox güzel. Cəmiyyətə qədər, indi mən siz kimi deyirdiniz? Mən düşünürəm ki, proses bir dəqiqə, prosesi gizli gedir, amma cəmiyyət onu nə etdi? İctimaiyyətləşdirdi. Heç kim bilmədən. Aytən xanım fikrini alaq, sonra mən deyəcəm. Əsaslandıracam özdə. Bir dənə Aytən xanım siz deyin fikriniz. Mən düşünürəm ki, ümumiyyətlə, ailələrdə hər hansısa bir problemlər yaşayırsa, istər bacı oğlanları, istər xala oğlanları, insanların həddindən artıq təmənna güdməsidir onları bu vəziyyətə gətirən. Yox, bax, məsul şəxs dedimi? Şantajlar kimi. Adama, bax, ailədir və yaxud da bildiniz, məsul şəxs kimdir? Niyə mən belə oldum? Niyə mənim uşağım, niyə mənim arvadım belə oldu? Niyə, nə bilim, qardaşım belə oldu? Niyə, bax, bunlarda cavabdeh kimdir, misal üçün? Təbiidir ki, mən ilk olaraq ailədən başlayaram, valideynlərdən başlayaram. Bəli, burada hamı bir-birinə günah deyir, mən elədim. Hələ heç o günahkarı tapıb ortaya çıxara bilmirlər. Söhbət o mətanətin keçmiş, nə bilim, sinif yoldaşı olur, sevdiyi bir oğlan olur. Adı da nə idi onun? Kamal idi. Kamal gəlir bu ailəyə, həyətin içərisinə, hansı ki, Camaşır kişi ona işsat da demişdi, gəlib işləyərsən. Və mətanətlə qarşılaşır, ona sual verir ki, sən burada neyəsin? Baş sağlığına gəlmişəm. Biri sənə qurban olsun, ay cavan. Kaş gedəndə bizi də özündən aparardın. Sənsiz yaşamaq o qədər çətindir ki. Heç bilmirəm. Heç bilmirəm kimə necə kömək eləyim, kimi necə özünə gətirim. Ay Allah, özün bizə kömək ol. Özün bizə rəhm elə. Salam efendim.
Sənin yenə nə işin var burada? Başınıza gələni eşitdim, gəldim başsağlığı verin. Allah rəhmət eləsin. Sən necə adamsın? Başa düşmürsən. Mən sənə neçə dəfə deyim ki, səni buralarda görmək istəmirəm. Mətanət, mənim pis niyyətim yoxdur. Eşitdim, gəldim. Cavanşir kişidən ayıbdır. Nə qədər olmasa məni işə götürüb, əlimdən tutub. Sənin burada olmağın məni narahat eləyir. Sənin varlığın məni narahat eləyir. Başa düşmürsən. Məndən qorxma. Heç nədən də narahat olma. Sənə daha başqa hansı dildə demək lazımdır ki, mən səni buralarda görmək istəmirəm. Başa düşürsən? Mən istəmirəm səni burada görsünlər. Qardaşlarım çıxıb səni görsün. Çıx get də, get bir dəfəlik özdə. Burada nə var ki? Gəlmişəm başsağlığı verim də. Neynirəm ki? Sizcə bu insan nə dərəcədə belə yaxşı adamdır? Bir gəlib demir ki, belə bir hadisə oldu. Bax, deyəcəm, mən gizlədə bilmərəm. Nə söyləsəm, gəlib deyərəm ki, mən eləmişəm. Yox, bu o deməkdir ki, artıq sən özünü hazırlayırsan ora. Hara ora? O, burada, baxın, Hara ora? bu xəyanət serialına baxırsınız, orada, nədir o, Turanın dostunun adı? İdris. İdris hələ özü müdafiə elə İdrisi tutdular, qoydular içəri. İndi bunu da, bu da etiraf eləsə, deyirlər ki, bura biz elə günah keçisi axtarırdıq, gəl sən də sağ ol. Bu bilir onu. Yəni o cürəti eləmək məsələsi bu adamdan gözlənir. Mən sizə bir şey deyim. İndi ailə bilsə ki, bu mətanətin ucbatından olub. Qardaş, bacı, heç kimin hamı onu bir-birinə bilməyəcək. Heç kim deməyəndən sonra hardan biləcəklər? Yəni bilsə ki, dedim, demədim. Yəni düşmən olacaqlar. Burada Fikrətin qızı var. Yox, Fikrətin qızı deyil. Bu öldürən budur. Siz baxmamışsınız da. Spor eləyəndə, mübahisə eləyəndə bunu itəliyir. Onu itələdi, belə deyək də. İcazə verin bir dənə məlumat verin bununla bağlı olaraq. Adətən ümumiyyətlə cinayət sistemində belə bir şey var. İnsanlar hər hansı bir cinayət törədəndə bir gün keçəndən sonra yenidən ora qayıdırlar. Bir dəqiqə. Bir də anlamadım. Cinayət sistemi. Törədən adam mütləq qayıdır təzdən ora. Mütləq şəkildə səhəri gün gəlir və təcrübəli təhqiqatçılar yəni yerindəcə onu tuturlar müstəntiqlər. Nə maraqlı. Çox maraqlı yanaşma. Burada baş veribsə, səhər bir də qayıdır. Səhəri təzdən gəlir və nə qədər elə rahatlamaq üçün. Ki görün məsələ nə yerdə qaldı. Mətanət xanım, hətta bundan əlavə bir dənə də belə bir şey var. Mən elə sorğu sistemim var da, mənim sorğu sistemində biz insanları sorğulayanda orada qəribə bir yanaşma var. Biz davranışı ana xəttini qurmaq üçün başqa mövzulardan danışırıq. Ki, tutalım, bu hadisə baş verib, qoyuruq qırağa, başqa şeydən danışırıq. Adam yenə də həmən hadisəyə qayıdır. Siz başqa şeydən danışırsınız, amma deyir, yox, görsən bu kimi eləyib. Görsən burada oğurluğu kim eləyə bilərdi? Çox qəribədir. Niyə bunu kim eləsin? Özünə elə verir. Özündən asılı deyil. Özündən asılı deyil. Şuratı çıxır. Baxın, Mətanət xanım, bəzən elə olur ki, cütlüklər müraciət edən zaman deyir ki, bugün küsmüşük. Yəni, çox pisdir də, indi qəbul eləyə bilmir də bu küsüllüyü. Və deyir ki, yox, mən axşam biz ilk dəfə tanış olduğumuz, gördüyümüz yerə gedəcəm. Və gedir, görür ki, həmin adam oradadır. Deyir ki, sən demə, bu məni sevirmiş. Başa düşdünüz necə? Bax, o həmin məkana yenidən o qayıtma. Cinayəti törədəndə də həmin məkana qayıdırsan. İlk sevgililər bir-birindən arasında onu bilmirəm. Əlaqələr də düşəndə onu siz bir dəfə də eşidirəm belə bir şey. Yox, çox həddindən artıq. Yəni çox adam olub da ki, Mətanət xanım gedib orada ağladığı yerdə həqiqətən də yox, danışan insanlar da gedib məsəl üçün yoxlamalarda görürlər ki, gedir. Fərdidir. Siz necə yanarsınız? Tağım əlim bilmir. Elə şeyləri Tağım əlimlə soruşur. Tağım əlim Siz mən dedim, ikimiz deyil onu bilsə də deməz. İkiniz də gizli romantik adamsınız. Gizli romantik. Keçdik Aysun'a. Aysun, bəli, cavanı sevdiyi bir insanı itirir və intihara cəhd edir o da. Demişdin ki, biz ancaq torpaq ayıra bilər. Aysun. Aysun, dur gedək. Yenə gələrik. Dur. Aysun, gəl. Aysun. 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 Sən sakitləş, sakit. Aysun. Aysun, sakitləş. Aysun. Aysun. Sakit. Aç gözünü Aysun. Aysun.
Mənə bax. Mənə bax. Keç. Reklama baxaq, nəsə xoşuma gəlmədi bu vəziyyət. Baxın, görün, yenə də bir babanın, bax bu cür, mən o Kəmalı qoydum kənara, o elədi, onun səbəbkarı oldu, amma əsas səbəbkar baba idi. Vaxtında hər şeyə icazə versəydi, vaxtında uşaqlarını, evladlarını, qızını, oğlunu, nəvələri dinləsəydi, bax bu cür məcraya gəlib çıxmazdı vəziyyət ki, artıq iki nəfər bir-birinin ardınca dünyasını dəyişdi. Azad və Azad nə idi? Cavan və Aysun. Və bu anda bilirsiniz nə yadıma düşdü? Shakespeare'in Romeo və Julietta'sı. Julietta ölür və Romeo dünyasını gəlir, zəhər içir, nə bilim. Sonra Julietta ayrılır, görür, ölür. Bax, belə sevgilər olub indi vaxtında. Hamısı da xəstəlikdir, patologiyadır. Düzgün bir şey deyil, mən qətəliyinə. Bəli. Örnək olmamalıdır. Bir o kinodadır, gəlin belə şeylər yada salmayaq, evləri köndələk. Evləri köndələk yarayıb. Gəlin keçi ağaclara. Yaxşı şeylərdən danışaq. Bir tuş. Bəli, gedək testləşək. Aha. Bu nə ağaclardır? Bunların adlarını bilmirik. Nədir? Küknarı var, nə bilim, paladı var, nə bilim, söydü var. Könlümüzün ağacı. Mən 4-ü seçirəm. Hansıdır sizin könlünüzün ağacı? Nətiş 4-ü seçir bu dəqiqə. Mən o cür belə dolu ağacı sevirəm. 4. Aha, buyurun. Tağ müəllim. 3. Maraqlıdır. Aytən xanım. Deməli, 4-ün yuxarısı xoşuma gəlir. Elə ona görə seçdim. Birində ayaq belə qol budaq. Bu mu? Xoşuma gələn hansıdır? Biri seçirsiniz. Ayaqları xoşuma gəlir. Qoy biri seçsin bu dəfə, daha təkrar olmaz. Tağı müəllim, tağı Bir də mən ağac çəkəndə gördünüz, Aytən xanım şu ayaqlarını çəkirəm. Mən seçmişdim buradan biri. Biri mi? Tağı müəllimlə eyni. Təbriz müəllimdə. 3'ü seçmişdim. 3'ü mü? Ha, Onda seçirəm sizi. Təbriz müəllimlə Aytən xanım. İndi mən tamaşaçılara da göstərəcəm. Deməli, burada dəyərli və mənim üçün çox əziz olan insanlar. Baxın, burada çox maraqlıdır. Fərqli quruluşdadır. Kökləri fərqlidir. Çox maraqlıdır. Bax, bu bir. Nə bilim, mən bunun belə baş forması xoşuma gəldi. Seçə bildik mi? Baxın, diqqətlə. Gəl elə başlayaq. Birinci, Tağı müəllimin seçdiyi. Tağı müəllimin seçdiyi göstərir ki, siz yeni bir şeyə can atırsınız. Yeni ideya axtarışındasınız. Özünüzü fərqli yerlərdə sınamağa xoşlayırsınız. Yeni şeylər kəşf etmək axtarırsınız. Konfor zonadan çıxmaq vacibdir sizin üçün. Çıxmalısınız. Bu demək ki, siz özünüzə böyük inam qazanmış olacaqsınız. Təcrübələr sübut edir ki, risk almağa açıqsınız, inkişafa yönümlüsünüz. Yəni, bunları eləməlisiniz. Bir dənə mən də sual verim. Tağı mənim, axırıncı vaxt xarici ölkədə nə vaxt olmuşsunuz? Nə yaxşı dedin. Heç vaxt. Olmuşam. Pandemiyadan sonra heç Türkiyə gedəndə Gürcüstana da gelirsən, bu məlum məsələdir. Yox, deyirəm, nə vaxt olmuşsunuz? Hə, vaxtın deyirsiniz. Nə vaxt olmuşsunuz? Sonuncu dəfə ilə sual verdim. Haa, bircə dəqiqə. Pandemiyadan qabaq oldu. Pandemiyadan qabaq. Pandemiyadan, çox uzaq bir 6-7 ilə gedir. Yox, da elə yoxdur. Biz gəldik oradan pandemiya başladı. Abalam 2020-ci ildə pandemiya başladı da. 2019, 2020-nin 6 il əvvəl də. 6 il əvvəl. 2019 deyək. Və baxın, deyir ki, dəyişiklikləri sevirsiniz. Nə vaxt getmək istəyirsiniz və hansı ölkəyə istəyirsiniz? Qətiyyən mən ölkə seçməmişəm elə. Yox, orada başqa şeydir. Yox, mən soruşuram bir insan kimi. Mən həyat dəyişmək istəyirəm. Mən başqa bir şeylər. Bir maraq dairəsi ola bilər. Mən filan yerdə olmaq istəyirəm. İnsan bir dünya görüşü var da. Yox, mən ümumiyyətlə Tibet rahiblərlə görüşmək istəyirəm. Mənim ən böyük bu dəqiqə əl çatmaz, yəni çətin görünən mənim üçün dəqiq odur. Yaxşı edirsiniz. Biraz da gözləyin, Vatikana sizi Roma papası elan edəcək. Sırf Tibet rahibləri, onların ən cavanının, o vaxt, çox adam o kitabı oxuyub, qoy sizə də inşallah qismət olsun oxuyun. Yəqin ki, siz oxumusuz. Ferrarisini satan rahib kitabı var. Dünyadan məşhur kitablardan biridir. Robin Sharma yazıb onu. Orada vəkildən danışır, Amerikada belə ən varlı vəkillərdən biri. O gedib ora çıxır, həmin Tibet rahiblərinə deyir, onların ən balacasının 130 yaşı var idi, ən kiçiyinin,
cavandan. Amma qalan hamısı bir yerdə Siz də özünüzü cavan hesab edirsiniz. 30 yaş görsənirdi. Yox, diqqətlə qulaq asın ha. 30 yaş. Onlar elə silir. Var. İnşallah göstərərəm sizə. Göstərərəm. O bilirsiniz də baxın Tibet rahiblərinin onunla bağlı o kitabdan ümumiyyətlə Fransızdan rahib kitabından çıxarışları var onun. Yəqin bilirsiniz. 4-5 dənə onun hissəsindən çıxarışları var. Hamısına da ayrıca kitab yazıb həmin adam. Olsun. Burada önəmli olan nədir? Mən onu araşdırmışam. Ümumiyyətlə elmi araşdırmalar var ki, hətta orada, yəni desəm bəlkə də güləcəklər, 700 yaşına qədər yaşayan insanlar var orada. Orada məsələ nədir? Yox, bu gün eləmi? 700 yaşa. Şeydə var, baxın, Yaponiyada var. Bu gün yox. Orada 130-dur. Yox, başa düşdü, 150 də yaşayan da var. Yox, bir dəqiqə. O kina, bir dəqiqə, 168 yaş yaşaya bilirsə, bizim o Şirəli Müslümov niyə 300 ola bilməsin ki? Ay, bəstirirsiniz Allah. Romantik oldu. Yox, Təbriz müəllim, o dəqiqə yox deməkdənsə bir dənə araşdırın. Oxuyanda var idi, indi Keçin alacaq bu, əsəbləşdim bu. Hansısa rahib 700 yaşım, özü bilən 2 il yaşayır. Sual verirəmsə, bir O dəqiqədə inamdır da, inam yaradır, bir dəqiqədə neçə xəyalən. dəfə nəfəs alırsınız? İmkan verirsiniz ki, nəfəs alaq. Bilmirsən. Ortalama 22-23. insan, yox, ən az olan 16 dəfə nəfəs alır. 16-17. Həşə, bir dəqiqə dayanmayın. Siz çox getdiniz. Siz mənim sualımdan qalxdınız. 700 sizin sual edin. Hansı ölkəyə getmək? Heç birinə çox sağ, heç gəlməyin. Ölkə nədir? Orada başqa şey yazdım. Yazdım ki, tərzimizdə dəyişiklik eləmək istəyirsiniz. Onu yazdım. Allah! Keş yaxşı ki, biriniz adı seçməmişsiniz. Ay cəmaat, Tibet rahibləri biri təzədir. Ay, cəmaata evdə oturub bizi izləyən. 2 dəfə nəfəs alır. Tibet rahibi nəyinə lazım? İstəyir Bizə bir nəyinə 30 dəfə lazım? nəfəs alsın. Nəyinə lazım bu Tibet Niyə? O da rahibi? bəlkə cəmaat 300 il yaşamaq Ay, istəyir, sən mənim öyrənmək canım istəyir. bəsdir. Qurban qiyamətə qalacaq 300 il. Hamısı düzələcək. Gecə Çox 200-cüyə. acıyım, çox. Mən heç gözləməzdim sizdən. 200-cü. Siz ikinci seçənlər. Mən qələt eləyərəm ikinci. Düz siz seçmir, sizə aid deyil. Bunlar özdə qapanıq insanlardır, tək qalmağı Nə sevirlər. yaxşı onu seçməmişik. İkidə olanlar. Arada Cəlb eləmir, Cəlb eləmir. Öz gücünə inamla bağlı problemlər olur. Bu insanlar daha çox, yəni özünə biraz o Problemli insanlar, belə deyək də. Daha çox, yəni özgüvəni qaldırmaq istəyən adamlardır. Bu belə. Aytən və Təbriz. 3 ən əsas. Niyə? Siz varsınız deyən əsasdır. Biz elə bilək də. Siz şahsız. Demək, sizdən böyük bir özünə inam və həyatdan zövq alma enerjisi yayılır. İkinizdən. Yayılır, yayılır. yayılıb gedir, Yaxınlarınız şaxələnir. sizin əhvalınızı paylaşmağı sevən şən bir insan kimi tanıyırlar. Bəli, siz də eləsiniz. Siz uzun müddət kədərlənən deyilsiniz. Bu Tibet rahiblərinə aid deyil, ha, davam Elə onlara aiddir. Elə onlara aiddir. Siz enerji yayıcısısınız da. Bəli, Bir 100%. də sosial və açıqsız. Həmişə mənə deyirlər də, nə olsun indi? Sizə demirəm. Emosional liderik. Bəli, emosional lider. Dördüncü. Sizin özünə inam səviyyəniz hər zaman stabil olmur. Qalxır düşür, bəli, Bəzi biz bilək. özünüzə çox inanırsınız, bəzi olur Bəzən ki, bəli olur düşür elə. aşağı. Ona görə 4-ü seçməmişəm. Bəli, siz daxili axtarışda olan insansınız. Bəli, potensialınız pikdir, amma bəzən özünüzü bloklaya bilərsiniz. Düzdür, elə bu, mən tək özümü hamı bloklaya bilərəm, bəli. Və eyni zamanda inkişaf da sizin üçün çox önəmlidir, çox vacibdir. Təbriz mənim, hansı istiqamətdə inkişafdan Gözəl insansınız. Onu eşitmədim, gözəl insansınız. Gözəl. Axırda deyil, gözəl insansınız. Gözəl insansınız. Əsas, bax bu çox pozitivlik, əlbəttə. Mətən xanım, sizin haqqınızda indi ətrafımızda dostlarımız çoxdur. Deyin də tərifində Danışanda tam səmimi deyirəm, vallahi deyirəm, mən tərifləməyi sevmirəm. Danışanda ancaq sizin yaxşı şeylərinizdən danışırlar. Mətən xanım mənim yanımda oldu, çətin anda yanımda oldu, həmişə dəstək oldu, istiqamət verdi, yön verdi. Keçmiş ha, mən indi bu gündən danışmıram. İndi şeylər eləmirsiniz, düzdür? Bazar günüdür, bilirəm ki, dostlarla, tanışlarla gedəsi, dincələsi yeriniz Xoşdur, var. burada da otura bilərik. Nə xoş bizə. Səhər yeməyinin vaxtı keçibdir. Artıq nahara yaxınlaşırıq. Mən sizə deyim. Kamal bu dəqiqə bilirsiniz ki, ən belə deyək də vacib bir kadrdır orada, obrazdır. Çünki Aysunun da artıq dünyadan köçməsi, heç bir belə deyək də ona nə deyirlər, sos
yəni Siqnal. həyəcan Həyəcan siqnalı, siqnalı. bəli. Həyəcan siqnalı. Həyəcan siqnalını verməyə vaxtı gəlib çatdı. İnsanın xoşbəxtliyi ondadır ki, onu dəstəkləyən insanlar var. Mən sizlə O qədər razıyam. önəmlidir. Bəli, o çox önəmlidir. Heç pulu olmasın, vallahi, heç pul da verməsin. Prosta yanında əlindən tutsun, desin sənə inanıram. Hər şey yaxşı olacaq, təsəlli versin. Təsəlli çox onu gözəl. qucaqlasın, ona enerji ötürsün. Bundan gözəl şey yoxdur. Baxın, bax o təsəlli demişkən, indi keçəcəyik o bölümü izləməyə. Tağı müəllim, belə olur bəzən ki, məsəl üçün də, bax, məsəl üçün bir şey olar, mən zəng eləyərəm ya Aytan xanıma, ya Təbriz müəllim, onlar mənə yaxşı təsəlli verər. Bir insan da var, belə, vay, 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 ay, üstüsülü göbüz öldürəsən. Elə də uzaq durasın. Uzaq dur. Vay, 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 səni daha da belə deyirsən, ay amma mən ara düşmüşəm. O təsəlli verən sənə çıxış yolu Bəzən görürsünüz göstərəcək. ki, mənim özümdə də, indi hamıda olur o da, fərq yox. Çox o yüklənirsən Bəli, daxil bəli. bir. Siz demişdiniz, istəyirsiniz, misal üçün olur, görüşürəm, ya Təbriz müəllim olsun, Aytan xanım olsun, sonra bir dostumuz var, Babək müəllim, ondan olsun. Bir də görürəm ki, getdi hamısı. Evə gəlirəm, üzüm gülü xoşbəxt. Bayaqdan yüklüydüm, ürəyim Görürsünüz ki, o partlayırdı, çox bilmirdim. mükəmməl bir şeydir. Ondan gözəl şey yoxdur. Ona görə də o hər kəsin bir psixoloq dostu olsun, ən azından. Bəli, Kamal, bu hadisədə baş roldadır, yəni Cavanın ölümündə. Gəlir Cavanşir kişinin yanına, hansı ki ondan əvvəlcə də tanışlıqları olmuşdu, iş istəmişdi ondan və baş sağlığı verir, hər zaman yanınızdayam. Cavanşir kişinin gözünə girməyə. Əslində gözünə yox, o evə girməyə çalışır. Mətanətə görə, baxaq. Axır qəmiz olsun. Elə eşidər-eşitməz gəldim. Məndən nə qulluğunuz olsa hazıram. Hadisə necə baş verib? Bilən yoxdur. Necə olub, necə baş verib. Bir bilsəm ki, kim eləyib bana. Dərsinə saman təpərəm. Cavanşir kişi, nə qulluğunuz olsa hazıram. Sən neyəcəksən ki? Sən bilirlər. Sənə siyahı verəcəklər. Onları alman lazımdır. Başsın. Yaxşı, get işinə Nə məşğul ol. qulluğunuz olsa hazıram. Çox sağ ol. Yaxşı. Allah rəhmət eləsin. Axır qəmiz olsun. Deyir ki, quzunu qurda tapşırır, yası da Cavanşir Kamala tapşırır ki, idarə et. Diqqətimizi nə cəlb elədi? Bir dənə ifadə işlə, axır qəminiz olsun. Baxıram bəzən hüzur yerlərində bunu deyirlər, ən yanlış ifadədir. Axır qəmimiz olsun, yəni nə demək, birincisi neqativ ifadədir. Yenə də qəm, nə bilim nə, amma axırıncı ola da bilməz. Yəni sən artıq bu dəqiqə yəni bir gülməli bir söz dedin getdin də belə deyək. Sən deməlisən ki, Allah o dünyasını versin, Allah sizə səbir versin, Allah günahlarını bağışlasın. İnsan üçün, gedən üçün dua ən gözəl dua budur. Olsa ki, gedən qalıb orada, indi onu nə baxış oynatçılar Allah bilir də, indi belə. Amma sən bu yanda deyək, axır qəmimiz olsun, daha heç kim ölməsin. Yəni, necə yəni, dünyanı tutduracaqlar. Tam razıyam. Belə şey mümkün deyil. Bir də burada məsələ var, ümumiyyətlə, bəzən bizim nitqimizdə negativ sözlərdən istifadə edib, insana baş sağlığı veririk. Misal üçün, pis günün ömrü az olar. Yəni, bu cür yanaşmalar var. O olmaz o söz demək. O deməkdir ki, yəni, sən artıq pis gündəsən hal-hazırda, ömrün çox pisdir. Tezliklə bundan çıxacaqsan. Yəni, bunu xatırlatmağın heç adı yoxdur. Bəs bir dənə ifadə var, Təbriz müəllim deyirlər, pis günümüz elə belə keçsin. O da düzgün deyil. O da düzgün deyil. Niyə pis olsun ki? Yaxşı olsun da, gözəl olsun da. Həmişə belə yaxşı günümüz çox olsun. Yox, deyirsən ki, həmişə yaxşı günlər, belə yaxşı günlər yaşayaq. Gözəl günlər. Çox yanlış fikirdir. Otururlar, yeyirlər, içirlər, Gözəl günlərimiz belə keçsin. Pis gün deyil. Pis günün ömrü Gözəl az günlərimiz olar. belə keçsin. Yəni, belə bir şeylər var. Çox maraqlı bir şeydir. Bir də bizim beynimiz mamə şəkilçisini qəbul eləmir. Yəni, ona görə də o ehtiyatlı olun mamə sözündə biz təlimlərdə keçirik adətən. Misal üçün, sən heç də tənha deyilsən. Tənhalığı yadına salır. Bəli. Yəni, sənin vəziyyətin o qədər də pis deyil. Mən onu təbliğ edirəm. Məsələn, uşağa deyəndə ki, uşaqlar bilmir, şuuraltı açıqdır, belə deyək, şuur yoxdur hələ. Tutaq ki, 6 yaş heç olmayıb. Deyirsiniz ki, dalaşma ha. O mamə şəkilçisini silir, yəni bir mənalı qoy bilsinlər. Dalaş əmri eşidir, dalaş. Orada onu başa düşür. Deməlisən ki, oğlum, mehriban ol, tutardı. O mehribançılığı kodlayır onda. Amma sən dalaşma deyəndə, zəif olma. Biri belə deyəsən, bir də sən güclü ol.
Ay Hə. qəşəngdir. Zəif olma deyəndə Kodladın maməni artıq. silir, Maməni zəif zəif ol ol deməkdir. deməkdir o. Çünki Aa, bax, bu gözəl sizə bir şey. oxşuyur. Buna deyirlər də o səhrai fil məsələsi var. Misal üçün, bax, zəhmət olmasa gözünüzün qabağında 9 rəqəmini gətirməyin. Gətirirəm. Gətirmə. Gördünüz? Həmin şeydir də. Eyni şeydir. Zəif olma deyəndə birinci adam zəifliyi gözün qabağına gətirir. Sonra olmaya keçir. Maraqlı idi. Baxın, son devirlər Mətanət Buyurun, xanım, Əzizim. hətta bax, bəzən suallar verirlər, ha, boşanmalara gətirən səbəblər. Qız anasıdır, danışır. O işi görməz. Uy, onu elətdirə bilərsən. Tarixində eləməz. O sənin elə cavabını verər ki, o heç mənə də oxşamır. Heç birisinə də oxşamır. O tamam başqadır. O çox pis şeydir. O mənim başıma gəlib, anam Yəni mənə bax, necə yəni? Yəni bu deyəcəmsə. hansı növ o gedib o ailədə o sözə baxacaq, əsla Bu çox yanlış. baxmayacaq. Ayten xanım çox qəşəng bir şey fikir Yəni o qədər yəni onun içərisindəki Harda? məqamlar Baxın indi, bax, mən öz ailəni həyatımdan dağılmağa deyəcəm qədər indi. gətirir ki, anam da onsuz da bilirdi də mən iş görən deyiləm. Rahat çamadanımı götürüm, anamın atamın evinə qayıdım. Baxın, bir dəfə bizə qonaq gəlmişdi. Mən haradasa 5-ci, 6-cı sinifdə oxuyurdum da, uşağam da 5-6-cı. Anam dedi ki, get mətbəxdə bunu elə, bunu elə, bunu elə. Mən gedirəm həvəslə, qonaq var. Amma qulağımda belə, onsuz əlindən heç nə gəlmir, nə. Və o mənə pis təsir etdi, bəli. Amma mən işimi gördüm. Sonra qadın belə eləyir, gül kimi elədi, məndən yaxşı elədi. Necə deyirsən ki bunu? Bax, bu çox Biri də var ki, Negativ olmaz. əlindən gəlməz, biri də var ki, eləməz. Artıq bunu, yəni mənim qızım, heç o yediyi qabı yumur. Olmaz elə demək, bəli. İndi baxın, bu Kamalın belə deyək də ailəyə girişi Fikrətin heç xoşuna gəlmir. Və hətta həyat yoldaşına söhbətində deyir ki, mənim bu insandan gözüm su içmir. Baxın. Və Cavanşir kişi Fikrəti çağırır yanına. Deyir ki, o öldürəni tapmalısan. O da deyir, hayata, neyəcəksən ki? Gedib mən onu öldürsəm, gedib düşəcəm həbsə. Dedi, yox, mən öz əllərimlə onu boğacam. Baxın, hadisələri gətirir, digər hadisəni gətirir. İzləyək o hissəni. O Kamala da tapşırdım ki, mərasim məsələsində məşğul olsun. Kamal kimdir? Tez işə götürdüyüm adam. Ata, biz dura-dura sən onu niyə deyirsən ki? Oğlun sizin başınız qarışıqdır. Qoy məşğul olsun. Sizi narahat eləməyəm. Aydın. Amma mənim ondan heç gözüm su içmir. Qəribə adam oxşuyur. Kimsəsiz adamdır. Onun nə ziyan olacaq? Həm də sənin daha vacib işin olacaq. Nə bilim, mən fikrimi dedim. Başqa nə işim olacaq ki? Bunu eləyəni tapmaq lazımdır. Öyle değil. Bu bizim varisimizi yok eləməkdir. Yəni, bizim kökümüzü yok eləməkdir. Bu bize qəsdi. Tək ona yox. Ona göre de o adam tapılmalıdır. Ata, mən əlimdən gələni eləməyə hazıram. Mən onu axtaracam. Bu işin axırına çıxacam. Əgər doğrudan da bu bizə qarşı qəsddirsə, mən onun axırına çıxacam. Tapılıb nə olacaq? Hə? Nə olacaq? Öldürəcək, gelib düşəcək həbsə? Hər şey sənin prinsiplərin əsasında qurulur. Hikmət, burada məsələ başqadır. Burada bizə qəsd ediblər, kökümüzə qəsd ediblər. Kökümüzü kəsmək istəyirlər. Bu qəsd bizim hamımızadır, hamımıza. Ona görə də fikrəti yox. Özüm boğacam, öz əllərimlə. Boğacam. Sən bu prinsiplərindən əl çəkmirsən də ata. Sən bu prinsiplərindən əl çəkmirsən. Məqsədin nədir? Ha?
Qardaşımı sürükləyirsən ki, geçsin öldürsün, düşsün həbsə. Sonra kimlə canını yandırmaq istəyirsən? Bəs eləmir. Hikmət, narahat olma. Mənə heç nə olmaz. Bu işlə polis özü məşğul olacaq. Siz özünüzdən ədalət məhkəməsi qurmayın burada. Nə lazımsa polis özü eləyəcək. Əgər ortada qatil varsa, onu tapmaq da elə polisin işidir. Deyir ki, kökümüzü kəsmək istəyirlər. Amma əslində Cavanşir kişi sənin kökünü kəsəcək qadın yanındadır. Qadın. Oo, Hörmətli Mətanət xanım, unutmayın. Kəsəcək, ha, Bizim bu- Azərbaycan mentalitetində, mental dəyərində doğrudan da soyadın davam etdirilməsi, doğrudan da həmin o filan kəs, tutaq ki, Hüseynovlar ailəsi davam etdirilməsi çox önəmlidir. Biz ona indi buradan belə istehza ilə getdik, amma o kişinin düşündüyü bugün bütün Azərbaycan ailələrini düşündürür. İçi mən qarışıq. Tutaq ki, mənim üzr istəyirəm, tutaq ki, qızım hardasa bir ailə həyatı qurdu, getdi ona. O oğlanın soyadı kimsə onunla getdi. Bəli, bəli. Yəni İraq olsun, bir dənə oğlum var, bu da yəni mənim heç olmasa belə deyək də qardaşım var, qardaşımın oğlu var. Bu Hüseynovlar davam edə bilər. Bunlarda isə bu bir dənə oğlan uşağı odur. Bir də indi bunun güya deyin də oğlan adı nədir birisi? İmran. İmran. İmran da bu indi güya qızının uşağı deyə onu ondan saymır da. Çünki İmranın soyadı başqa soyad getməlidir. Bu ona görə narahatdır ki, onu kökümcə qutardı da, filan Kəsovlar ailəsi də yoxdur. Yəni bu dinastiyanın davam eləmək istəyir. Ümumiyyətlə bilirsiniz, adicə Səudiyyə Ərəbistanı misal orada belədir. Filan kəslər onlar soyadla gedirlər. Adamları elə tanıyırlar. Demirlər zərgər filan kəs, nə bilim neft quyusu olandan filan kəs. Filan kəs soyadla gedir də. Bu da istəyir ki, həmin o soyad qorunsun. Belə mi qoruyacaq? Aydın məsələdə indi qadın bunu könlü balıq istəyən quyruq suda olmaz. Mən sizə bir şey deyim ki... Zakaz eləməlidir uşaqlara ki, hər özdən 3 dənə olan gözləyirəm. Zakaz yox, sifariş. Sifariş, yaxşı. Bəli. Və... Bir ona qarışmayın. Mozalandadır, nasılqa yox, xərək. Xərək, bəli. Sifarişləndir. Bəli, indi bir şey deyək də. Ləman evdə əyləşir, fikirləşir, götür qoy edir. Görürsünüz ki, o bir sıradan çıxma nəslən, bir dənə bu qalacaq həyat yoldaşı olaraq. Deyir, vəssalam. Bir dənə də övlad İmperiya mənimdir. Bəli. Bəli, onunla da söhbət bağlandı. Bax, çox qəşəng bir fikir. İdeya. İndi Cavanşir kişi Ləmana deyəcək ki, Ləman, bir oğul balamız dünyaya gəlməlidir mütləq şəkildə, bax. 100%. Mən sizinlə razıyam. Burada da deyirlər, Allah xoşbəxt eləsin. Heç nədir, salamat qalın, heç nə.